Axşamınız xeyir olsun müəllimə. Ax Necəsiz? Axşamınız xeyir canım. Çox sağ olun. Siz necəsiz? Mübarək. Allah canınızı sağ, ruzunuzu bol eləsin Sağ olun inşallah. müəllimə. Çox sağ olun can. Təşəkkür eləyirəm. Allah sizi də var eləsin. Təşəkkür eləyirəm. Sürayə müəllimə, ekran paylaşımı eləmişəm. Görünür sizdə. Görünür müəllimə. Hə, lap yaxşı. Lap Xeyir yaxşı. müəllimə. Salam müəllimə, Axşamınız salam xeyir can. müəllimə. Axşamınız xeyir olsun ay müəllimlər. Necəsiz? Nətəsiz müəllimə? Yaxşı Çox sağ olasınız. olun. Çərşənbəniz mübarək. Sağ olun can. Neçə yaxşı illərə çıxasınız. Çox sağ olun, çox sağ olun. Axşam Amin ya xeyir Allah, müəllimə. amin. Hamımız üçün xeyirli, düşərli olsun. Amin inşallah. Amin Allah. Bizdə müəllimlər, əslində bugün mən sizə demişdim, sual-cavab olmalı idi. Yəni analizatorlarla ali sinir fəaliyyətinin. Amma biraz vaxt uzatdım ki, qoy yaxşı oxuya biləsiniz. Çünki onlar bilirsiniz də ki, əzbərdir hamısı. Bugün dərsi keçim, həftənin 4-cü gününə şey eləyərsiniz də, yəni dərsi onsuz da sual-cavabı hələ bağırsaq boşluqları keçib sonra eləyəcəm. Ona görə də bugün dərsi keçim, 4-cü gün onları sual-cavab eləyək, sonra yenidən davam eləyərik. Deməli, bugün artıq biz zoologiyaya başlayırıq. Bizdə qalır bir dənə zoologiya, botanika. Ondan sonra inşallah başdan yenidən dərin şəkildə təkrara keçəsiyik. Yaxşı. Sizdə sinif biologiya müəllim. Təranə müəllimə 7-ci sinifdədir zoologiya. Dərsliyimiz var ya, hal-hazırda uşaqlara keçdiyimiz dərs. Hal-hazırda yox, yəni o köhnəki dərslikdə, təzə yox. Təzə dərs. Ay sağ olun, bəli. Başlayaq müəllimlər. Deməli, biz dedik ki, deməli, biologiyanın heyvanları öyrənən sahəsi, heyvanları öyrənən bölməsi zoologiya adlanır. Və zoologiya sözünün mənası da zoon, heyvan, logos, elm, təlim mənasını verir. Deməli, bax, məsəl üçün gördüyünüz şəkildə bitki və heyvanların sistematik kateqoriyaları qoyulub. Məsəl üçün heyvanların sistematik kateqoriyalarını biz artıq bilməliyik ki, burada növdür, cinsdir, fəsilədir, dəstədir, sinifdir, tipdir, aləmdir və bitkidən fərqli olanlar gördüyünüz kimi burada dəstə və sıradır, heyvanda dəstədir, bitkidə sıradır, heyvanda tipdir, bitkidə şöbədir. İndi bunu heyvanlar aləmini keçdiyimizə görə bu sistematik kateqoriyaları bir də istədim sizin nəzərinizə, diqqətinizə çatdırım. Deməli, burada müəllimlər aydın məsələdir, bilirik ki, biz demək burada növdən aləmə doğru getdikcə hansı proseslər baş verirdi? Yəni növ, bilirik ki, növ ən kiçik sistematik kateqoriyadır və 2 adla adlanır. Yalnız növ 2 adla adlanır. Qalan heç bir sistematik kateqoriyaları 2 adla adlandırmırıq. Növdən aləmə doğru getdikcə nələr baş verir? Hansı proseslər baş verir? Baxın, deyirik ki, növdən aləmə doğru getdikcə belə deyək, demək, növdən aləmə doğru getdikcə canlıların bənzərliyi azalır. Aydın məsələdir ki, bir var bir növün nümayəndələri, bir də var ki, və yaxud da heç bir növü olmasın. Tutaq ki, xaççiçəklər fəsləsi və yaxud da heyvan götürək. Hansısa bir, məsəl üçün, heyvan növü. Görürsünüz ki, növ daha yaxın ola bilər də. Haradakı bir alə, məsələn, heyvanlar aləmi dedikdə, ora biz görün nə qədər canlıları daxil eləyə bilirik, düzdürmü? İstər-istəməz nə qədər fərqlər yaranır. Ona görə də növdən aləmə doğru getdikcə canlıların bənzərliyi, qohumluğu azalır, lakin fərd sayı və canlılar arasında olan müxtəliflik artır. Aləmdən növə doğru gəldikcə isə əksinə, yəni aləmdən növə doğru gəldikcə əksi baş verəcək. İndi baxın, deyirik ki, bunları bilirsiniz, növdən aləmə doğru getdikcə bənzərlik, yəni oxşarlıq, qohumluq azalır, lakin fərd sayı və müxtəliflik artır. Başqa nələr azalır və artır? Baxın, ortaq gen sayı azalır. Yəni, ortaq gen sayı bəzən testlərə gəlib belə düşür və müəllimlər artıq burada çaşırlar. Ortaq gen sayı azalır demək o deməkdir ki, yəni növə daxil olan nümayəndələrin genlərində də oxşarlıq var. Amma növdən aləmə doğru getdikcə müxtəlif canlılar gəldiyinə görə bunlarda olan ortaq gen sayı azalacaq. Deməli, birinci nə oldu? Ortaq gen sayı azalır. Bu bir. İkinci, qohumluq azalır, bunu dedik. Qohumluq azalır, oxşarlıq azalır, yəni bənzərlik, oxşarlıq azalır. Sonra deyə bilərik ki, məsəl üçün, gələr düşər testdə ki, zülalların oxşarlığı azalır. Yəni, bu bizi çaşdırmasın. Əlbəttə ki, əgər gen sayı azalırsa, ortaq gen, yəni ortaq gen sayı azalırsa, deməli, zülalların oxşarlığı da azalacaqdır.
Bax, bunlar bir də təkrarlayıram, növdən aləmə doğru getdikcə bənzərlik, yəni oxşarlıq azalır, qohumluq azalır, zülalların oxşarlığı azalır, ortaq gen sayı azalır. Bəs əksini sizdən tələb eləsələr ki, aləmdən növə doğru getdikcə bunun əksini deyəcəksiniz, artır. Yəni oxşarlıq və bənzərlik artır, qohumluq artır, zülalların oxşarlığı artır, ortaq gen sayı artır, yəni əksini deyəcəksiniz. Və eyni zamanda bəs növdən aləmə doğru getdikcə artanlar nə oldu deyəndə, bayaq azalanları saydıq. Fərd sayı və müxtəliflik. Əlbəttə ki, müxtəlif aləm, heyvanlar aləmi dedikdə orada artıq fərdlərin sayı da artır, müxtəliflik də artır deyirik. Deməli, biz qeyd etdik ki, demək, biologiyanın heyvanlardan bəhs eləyən sahəsi adlandı zoologiya. Zoologiya sözünün mənası da zon heyvan demək oldu və heyvanların sistematik kateqoriyalarında bir daha yadımıza salmış olduq. Və bir də botanika kursunda orada iki alimin adı var idi. Aristotellə Teofrast. Bitkilərin tarix əsərinin müəllifi Teofrast idi. Heyvanların tarix əsərinin müəllifi isə Aristotel idi. Yəni heyvanlar haqqında məlumat toplayan, heyvanları öyrənən alim Aristotel olmuşdu və yeri gəlmişkən onu da qeyd edim ki, növ anlayışında elmi ilk dəfə Aristotel gətirib növ anlayışını. Sonra deməli müəllimlər, bax burada da məsəl üçün görürsünüz, sizə misal göstərib. Tutaq ki, bir növ deyəndə biz orada götürürük məsəl üçün ev iti. Düzdürmü? Canis familiaris deyirdikdə növ 2 adlı adlanır. Ev iti. Cins itdir. Fəsilə itlər fəsiləsi, dəstə tutaq ki, yırtıcılar dəstəsi, sinif məməlilər sinifi. Baxın, görürsünüz, get-gedə növ oxşarlıq və bənzərlik azalır. Məməlilər sinifi deyəndə bura nə qədər heyvanlar daxildir. Tip xordallar tipi deyəndə artıq burada xordallar tipi balıq da var, suda qurda yaşayan da var, sürünən də var, quş da var, məməli də var. Görürsünüz, istər-istəməz qohumluq get-gedə azalır, oxşarlıq, yəni bənzərlik azalır, ortaq gen sayı azalır, zülalların oxşarlığı azalır. Və aləm dedikdə isə artıq bura heyvanlar aləmi daxildir. Yəni bu daha böyük bir anlayışdır. Ona görə də deyirik ki, ən kiçik sistematik kateqoriya növdür, lakin ən böyük sistematik kateqoriya nədir? Aləmdir deyirik. Deməli, fərd sayı, müxtəliflik nə eləyəcək? Artacaq. Digərləri isə azalacaq deyirik. Və bir də yeri gəlmişkən onu da qeyd edeyim ki, ümumiyyətlə biz heyvanlar aləmi, biz 4 aləm demişik də, birinci bakteriyaların adını çəkirik ilk dəfə, çünki ilk dəfə arxa erasında həmin mühitdə yalnız bakteriya yayıla bilərdi deyənə, yaşaya bilərdi deyənə birinci bakteriyalar əmələ gəlib. Daha sonra proterozoa erasında həm bitki, həm göbələk, həm heyvan hüceyrəsi yaranıb. Lakin yadımızda qalsın ki, bu 4 aləmin 4-ünün içərisində ən çox neçə növ, ən çox növ sayına görə hansıdır deyəndə heyvanlar aləmi deyəcək. 2 milyon növü var heyvanların. Bitkilər 350-500 min deyirdik. 3000 bakteriya deyirdik, 100 min göbələk deyirdik, lakin 2 milyon heyvan deyirdik. Yəni bir var bitkilərin biokütlə desə o başqa. Bitkilərin biokütləsi heyvanların biokütləsindən çoxdur. Amma növ sayı desə, onda heyvanları götürəcəksiniz. 2 milyon heyvan növü var. Yəni ən çox heyvanı götürürük. Deməli, ümumiyyətlə qeyd edeyim ki, heyvanlar aləmini biz bölürük 23 tipə. Yəni heyvanlar aləmi 23 tipə bölünür və bu 23 tipin içərisində həm ibtidailər var, həm də alilər var. Yəni aləm olaraq desək, heyvanlar aləmi özü deməli 2 yarım aləmə bölünəcək. Əvvəlcə bunu deyək. Bir hüceyrəlilər yarım aləmi, yəni ibtidailər, protozoozlar da deyirlər bunlara və yaxud da çox hüceyrəlilər yarım aləmi. Deməli, heyvanlar aləmi neçə yarım aləmə bölündü? 2 yarım aləmə bölündü. Bir hüceyrəlilər və çox hüceyrəlilər. Bir hüceyrəlilər və ibtidailər yarım aləmi də deyirlər bunlara və bir də çox hüceyrəlilər. Protozoozlar da deyirlər, yəni bir hüceyrəlilərə və çox hüceyrəlilər. Deməli, 23 dənə heyvan tipinin bunların içərisində 5-i ibtidailərə aiddir, yəni bir hüceyrəlilərə. Yerdə qalan 18 dənəsi isə yəni çox hüceyrəli, ali heyvanları belə götürək də, çox hüceyrəlilərə aiddir. Və nəzərinizə çatdırım ki, bu 23 tipin 23-ü də proterozoa erasında yaranıb. Yəni arxeiden sonra gələn, daha çox davam edən era olan
proterozoa erasında yaranıbdır. 23 tipin 23-ü də hətta xordallar tipinə qədər yaranıb və yadınızdadsa demişdik ki, xordallar tipinin kəlləsizlər, yəni onurğasızlar yarım tipi yaranıb, nümayəndəsi də neştərçə. Yəni onurğalılar hələ proterozoida yaranmayıb. Onurğalılar tədricən sonradan yaranmağa başlayıb. Amma 23 tipin 23-ü də hansı erada yaranıb? Proterozoa erasında. Xordallar tipinin hansı? Kəlləsizlər, onurğasızlar yarım tipinə aid olan neştərçə yaranıb. Digərləri yox, yəni ki. Bu 23 tipin dedik 5-i ibtidai heyvanlardır, yəni bir hüceyrəlilərdir. 18-i isə çox hüceyrəli, yəni ali heyvanlardır. Bunlar, baxın müəllimlər, bu 5 dənə tip, yəni bir hüceyrəlilərə aid olan bu 5 tipi gəlin sadalayaq. Baxın, sarkomastikaforlar tipi, sporlular tipi, infizorlar tipi, kinidosporidilər və mikrosporidilər tipi. Kinidosporidilərlə mikrosporidilər tipi bizə lazım deyil. Elə sadəcə olaraq adını bilsəz kifayətdir. Lakin sarkomastikaforlar, sporlular və infizorlar tipi haqqında bu dərsimizdə bugün geniş şəkildə sizlərə məlumat verəcəm. Demək, müəllimlər, deyirik ki, ümumiyyətlə götürəndə bir hüceyrəlilər deyəndə biz deyirik ki, bir hüceyrəlilərin bədəni aydın məsəl ki, bir hüceyrədən qurulub. Elə adı da üstündədir ki, bircə dənə hüceyrədən qurulub və ibtidai adlandırılmasının səbəbi də odur ki, ilk yaranan heyvanlardır. Yəni, ilk dəfə ibtidailər yaranıb heyvanlar aləminin içərisində və bütün proseslər bu bir hüceyrənin daxilində baş verir. Yəni, bütün həyati proseslər qidalanmadır, ifrazatdır, qıcıqlanmadır, çoxalmadır, bütün proseslərin hamısı bu bir hüceyrənin daxilində gedir. Aydın məsələdir ki, indi 3 tipin 3-ü haqqında da məlumat verəndə görəcəksiniz ki, qıcıqlana bilirlər, yəni xaricdən gələn qıcıqlara cavab vermək qabiliyyətinə malikdirlər. Biz yuxarı siniflərdə bura taksis demişdik, yadınızdadırsa. Sonra, məsəl üçün, sistalaşa bilirlər, mühit şəraiti əlverişsiz olduqda nə edirlər? Sistalaşırlar. Suda və quruda yaşayan nümayəndələri var. Eyni zamanda həm su deyəndə şirin sularda yaşayan, həm dənizlərdə yaşayan nümayəndələri mövcuddur. Məsəl üçün, amöblün sarkomastikaforlar tipinin nümayəndələrinin içərisində, məsələn, amöblər şirin sularda yaşayırlar, lakin onların bəzi nümayəndələri, foraminiferlər, radiolarilər, onlar isə dənizlərdə yaşayan nümayəndələridir. Bundan başqa deyəcəyik ki, məsəl üçün, bunlarda ümumiyyətlə bilirsiniz ki, orqan və toxuma strukturu formalaşmayıbdır. Yəni, toxuma orqan strukturunun formalaşması üçün çox hüceyrəlilik lazımdır. Ona görə də ibtidailərin bədəni bir hüceyrədən qurulduğuna görə bunlarda toxuma yoxdur ki, toxuma orqan strukturu olsun. Heç bir orqanlar sisteminə bunlarda nə olmur? Rast gəlinmir deyirik. Və özlərini də 5 tipə böldük. Bu tiplərin haqqında bir-bir məlumat veriləcək. Və nəzərinizə çatdıraq ki, ümumiyyətlə, bir hüceyrəli heyvanlarda biz dedik ki, qıcığa cavab vermək qabiliyyəti var və bu qıcığa cavab vermək qabiliyyətinə biz nə dedik? Taksis dedik. İndi birazdan izah eləyəndə onu geniş şəkildə də izah eləyəcəm sizə. Bundan başqa dedik, əlverişsiz şəraitdə sistalaşırlar və eyni zamanda qeyd eləyək ki, həm sərbəst, həm də parazit həyat tərzi keçirdən nümayəndələri var. Həm sərbəst həyat tərzi keçirdirlər, həm də parazit həyat tərzi keçirdən nümayəndələri var. Demək, müəllimlər, eyni zamanda qeyd eləyək ki, bunlarda, məsəl üçün, avtotrof qidalanan nümayəndələri də var, heterotrof qidalanan nümayəndələri də var. Yəni, qarışıq qidalanmadan, məsəl üçün, yaşıl evqleyna ilə Volivox miksatrof qidalanır. Həm avtotrof qidalana bilirlər, həm heterotrof qidalana bilirlər. Hərəkət orqanoidləri bunlarda müxtəlifdir. Məsəl üçün, qamçısı olanı var, yalançı ayağı olanı var, kirpikləri olanı var. Lakin miofibrillər, yəni əzələ hüceyrələri hələ bunlarda mövcud deyil. Bundan başqa ilk dəfə olaraq meydana gəlib, yəni bir hüceyrəli heyvanlar aləminin içərisində ilk yaranan nümayəndələrdir. Məsəl üçün, infizor tərlikdə hüceyrəvi ağız təkamül nəticəsində ilk dəfə hüceyrəvi ağız infizor tərlikdə meydana gəlib. Udulaq infizor tərlikdə meydana gəlib. Tullantı dəliyi infizor tərlikdə meydana gəlib. Bundan başqa deyirik ki, bunlarda qidalanma əsasən fagositoz yolu ilə həyata keçirilir. Yadınızdadırsa biz bir fagositoz, biz pinositoz demişdik və heyvanlar aləmində demişdik ki, hər ikisinə rast gəlinir. Lakin 4 aləmdən yalnız bir dənə heyvanlarda fagositoz var demişdik. Digərlərində isə yoxdur. Nə bitkidə, nə bakteriyada, nə göbələkdə. Çünki onların hüceyrə divarı buna mane olur demişdik. Demək, yenə baxın, bir hüceyrəli heyvanlardır, 3 tipə böldük, sarkomastikaforlar, sporlular və infizorlar. İlk yaranan tipdir sarkomastikaforlar tipi.
Yəni bir hüceyrəli heyvanların içərisində ilk yaranan tipdir deyirik. Lakin çoxlu hüceyrəlilərdən sual verilsə, lövhə şəkillilər ilk dəfə yaranıb. Lövhə şəkillilər. Yəni ilk dəfə bağırsaq boşluqları artıq götürmürük. 10-cu sinifin dərsliyində də bu barədə çox hüceyrəliyə doğru gedən yol mövzusunda lövhə şəkilliləri götürüb ki, ilk yaranan çox hüceyrəli heyvanlar lövhə şəkillidir. Lakin ilk yaranan tipi sizdən soruşsalar, deyəcək sarkomastiqaforlar tipi. Sarkomastiqaforlar tipinin iki sinifi var. Sarkodinlər sinifi və qamçılılar sinifi. Sarkodinlər sinifinə kök ayaqlılar da deyilir. Səbəb, deyir onların yalançı ayaqları bitki köklərinə bənzədiyinə görə bu adı veriblər. Və sual olunsa ki, yaxşı tip olaraq ilk dəfə sarkomastiqaforlar tipi yaranıb. Bəs sarkomastiqaforlar tipinin hansı sinifi birinci yaranıb? Qamçılılar. Birinci yaranan qamçılılardır. Daha sonra sarkodinlər yaranıb. Nümayəndələri. Sarkodinlər sinifinin nümayəndələri həm sərbəst, həm parazit həyat tərzi keçirdən nümayəndələri var. Sərbəst həyat tərzi keçirdən, məsələn, amöbdür, günəş kimilər var, ağız amöbü var. Bundan başqa parazit nümayəndələri, məsəl üçün dizenteriya amöbü var və yaxud da radiolarilər var, foraminiferlər var və ilk dəfə olaraq yadımızda qalsın ki, biz skeleti xarici və daxili olmaqla iki qrupa bölürük də. Xarici skelet həm kirəc çanağı ola bilər, həm də xitin ola bilər. Yəni xarici skeletə iki qrupa bölünür xarici skelet. Birinə deyirlər kirəş çanaq, yəni kalsium karbonat kristallarından təşkil olunan kirəş çanaq. Bir də deyirlər xitin, karbohidrat polisaxarit mənşəli xitin. İlk dəfə olaraq xarici skeletin hansı forması yaranıb deyəndə deyəcəksiniz, kirəş çanaq yaranıbdır. Bir hüceyrəlilərdə, hansı nümayəndələrində, dənizlərdə yaşayan bu sarkodinlər sinifinin nümayəndələri, radiolarilərdə və foraminiferlərdə ilk dəfə olaraq kirəş çanaq meydana gəlib demişdik. Yadınızdadsa bunu harda götürürdük? Deməli, paleozoik erasının Kembri dövründə, əgər yadınızda sonra yazmışdıq, deyirdiyə o geoxronoloji cədvəldə mineral xarici skelet. Daha sonra molluskalarda artıq biz götürəcəyik, deməli, yəni daha sonra molluskaları götürəcəyik. Daha sonra isə boğmayaqlarda xitin xarici skeleti götürəcəyik. Yəni ilk dəfə olaraq xarici skelet, yəni kirəş çanaq yaranıb sarkomastiqaforlar tipinin, sarkodinlər sinifinin dənizdə yaşayan nümayəndəsi olan foraminiferlər və radiolarilərdə yaranıb deyirik. İlk dəfə yaranan qamçılılar sinifi olub. Qamçılılar sinifinin sərbəst həyat tərzi keçirdən nümayəndələri yaşıl evqlena və volvoxdur. Parazit həyat tərzi keçirdən nümayəndələri tripanozomlardır, leishmaniyalardır, liambliyalardır. Liambliyalar qurd deyil, müəllimlər. Liambliyalar bir hüceyrəli qamçılı heyvanlardır. Sporlar tipinin iki sinifi var, qreqarinlər və koksidikimlər. Koksidikimlər sinifinin nümayəndəsi malyariya paraziti və yaxud da malyariya plazmodiumudur. Demək olar ki, hamısı parazit həyat tərzi keçirdirlər və bunların hərəkət orqanoidi yoxdur. Yəni, hərəkət edə bilməyən canlılar, heyvanların hərəkət edə bilməyən nümayəndələridir və qeyd eləyək ki, bunlarda həm biz deyirik ki, hərəkət orqanoidi yoxdur, həm də bunlarda biz götürürük, müəllimlər, deməli, həzm vakualı yoxdur deyirik. Həzm vakualı bunlarda yoxdur. Həzm vakualı və hərəkət orqanoidinə bunlarda rast gəlinmir və deyirik ki, əksəriyyəti və demək olar hamısı parazit həyat tərzi keçirdirlər. Və sual olunsa ki, 4 aləmdən neçəsində sporla çoxalmaya rast gəlinir? Bakteriyalarda spor çoxalmaya xidmət eləmir, qoruyur. Göbələklərdə əksəriyyəti sporla çoxalır. Bitkilərdə sporla çoxalan bitkilər, mamırlar, qıcılar var. Heyvanların isə sporla çoxalan nümayəndəsi sporlular tipidir. Ona görə də heyvanlar aləmini də bura daxil etmişdik. İnfizorlar tipinin iki sinifi var. Kirpikli infizorlar və sorucu infizorlar. Kirpikli infizorların tipik nümayəndəsi infizor tərlikdir. Heyvan parazit həyat tərzi üzr istəyirəm, yırtıcıdır və sərbəst həyat tərzi keçirdən nümayəndəsidir. Deməli, bir hüceyrəli heyvanlar yarım aləmini biz yenə də deyirəm 3 tipə böldük. Sarkomastiqaforlar, infizorlar və sporlar tipi və yenə də müəllimlər baxın burada məsəl üçün nümayəndələrini verib sizə. Sarkodinlər sinifi, qamçılılar sinifi, infizorlar tipinin kirpikli infizorlar, indi sorucuları biz keçmirik deyənə verməyib və sporların da koksidikimlər sinifi haqqında tanış olacağıq. Burada da nümayəndələr verilib. Baxın, həm sərbəst, həm parazit həyat tərzi keçirdən nümayəndələrini veribdir. Bunlar haqqında, məsəl üçün, baxın yazıbdır ki, bədənləri çılpaqdır, bəzilərində çanaqla örtülübdür deyir.
Məsəl üçün radiolarilərdə foraminiferləri misal göstərib burada. Gəlin başlayaq müəllimlər sırayla bir-bir hamısı ilə tanış olmağa. Məsəl üçün gəlin birinci başlayaq. Deməli sarkomastiqaforlar tipindən. Sarkomastiqaforlar tipinin diri iki sinfi var. Sarkodinlər sinfi və qamçıllar sinfi. Heyvanlar aləmi içərisində ən qədim tipdir və sinif olaraq birinci qamçıllar sinfi yaranıb deyirik. Sarkomastiqaforlar tipinin qeyd edək ki, bir sinfi də yenə də deyirəm sarkodinlər sinfidir və nümayəndələri sərbəst və parazit həyat tərzi keçirdirlər. Sərbəst həyat tərzi keçirdən nümayəndəsi dedik ki, adi amöbdür və parazit həyat tərzi keçirdən nümayəndəsi dizenteriya amöbüdür. Digər nümayəndələrdə yenə foraminiferlər, radiolarilər, bunlar isə dənizlərdə yaşayan və sərbəst həyat tərzi keçirdən nümayəndələridir dedik. Deməli, baxın müəllimlər, qeyd edeyim ki, qamçıllar sinfinin də yaşıl evqleyna və volvox sərbəst həyat tərzi keçirdir, tripanozomlar, leishmaniyalar və liambliyalar isə parazit həyat tərzi keçirdən nümayəndələrə daxildir. İndi gəlin birinci baxaq, bunların əvvəlcə tanış olaq quruluşları ilə bağlı. Deməli, tanış olaq. Bax, deyirik ki, müəllimlər, amöb şəkili bax sizin dərslikdə var. Əsasən, düzdür, bu şəkil düşə bilər. Yəni, dərsliyinizdə hansı şəkil varsa o. Baxın, diqqətlə baxaq. Amöbün əvvəlcə, ümumiyyətlə, müqayisəli şəkildə eləyək ki, yanımızda yaxşı qalsın. Əvvəlcə xarici görünüşlərindən gəlin danışaq. Deyirik ki, İstər amöbə olsun, istər yaşıl evqleyna olsun, istər infizor tərlik olsun. Bax, bunların xarici görünüşü haqqında məlumat verəndə birinci onu qeyd edeyim ki, əvvəlcə qılafdan danışaq gəlik. Ümumiyyətlə, amöbün xarici qılafı yoxdur. Bunu biz bilirik ki, bir rəqəmi ilə göstərilən amöbün plazmatik membranıdır. Yəni, amöbdə xarici qılaf yoxdur, xarici örtük yoxdur. Ona görə də amöb sözünün mənası dəyişkəndir. Öz plazmatik membran biz bilirik ki, elastikidir, axıcıdır. Amma xarici qılaf bu deyil də, yəni glikokalix qatı plazmatik membran qədər elastikliyi yoxdur. Ona görə də amöbün xarici qılafı olmadığına görə bədən səthi bir rəqəmi ilə göstərilən plazmatik membranla örtüldüyünə görə amöb öz bədən formasını saxlaya bilmir. Məhz ona görə də amöb sözünün mənası dəyişkən deməkdir. Yəni, xaricdən yalnız plazmatik membranla örtülüb deyirik. Yaşıl evqleyna da isə müəllimlər tam formalaşmayıb da düzdür xarici qılaf, amma amöbdən fərqli olaraq bərk qılafı var. Yəni burada da baxın, deməli bir rəqəmi ilə göstərilən deməli xarici qılafıdır. Yəni bərk qılafı var. Amöbdən fərqli olaraq bunun artıq tam formalaşmasa da, amma artıq bunda nə var deyirik? Bərk qılaf var. İnfizor tərlikdən danışanda isə deyirik ki, artıq infizor tərliyin xaricdən örtən o qılaf artıq formalaşıb. Yəni tam formalaşmış xarici qılafı var. Baxın, yenə də deyirəm, amöbün xarici qılafı yoxdur. Xaricdən plazmatik membranla örtülüb. Yaşıl evqleynada isə deməli, amöbdən fərqli olaraq xaricdən bərk qılafla örtülüb. Lakin görürsünüz, deyir ki, tam formalaşmayıb. Bu yadımızda qalsın. Lakin deyirik ki, infizor tərliyin artıq qılafı neyniyibdir? İnfizor tərlikdə qılaf bir rəqəmi ilə göstərilən onlara nisbətən, yəni yaşıl evqleynaya nisbətən tam formalaşmış qılafa malikdir deyirik. Ona görə də amöbdən fərqli olaraq yaşıl evqleyna və infizor tərlik öz formasını dəyişə bilmir deyirik. Və eyni zamanda bütün hüceyrədə olduğu kimi bu canlılarda da hüceyrə xaricdən qılafla örtülüb. Qılafdan sonra gəlir sitoplazma. Bilirik ki, hüceyrənin içərisində hüceyrənin molekulyar struktur quruluşundan biri də sitoplazmadır. Sitoplazmanın içərisində amöbün nəyi yerləşir? Baxın, müəllimlər. 2 rəqəmi ilə göstərilən nədir? Amöbün nüvəsidir. Neçədən nüvəsi var? Bir dənə nüvəsi var amöbün. Deməli, 3 rəqəmi ilə göstərilən deməli, ifrazat vakualıdır. Bircə dənə ifrazat vakualı var. O gah görünür, gah da itir. Yəni, içərisinə mübadilə məhsulu dolanda şişir, görünür və sonra itir deyirik və bədəndəki ozmotik təzyiqi tənzimləyir. Deməli, bir rəqəmi ilə göstərilən, deməli, 2 rəqəmi dedik ki, nüvədir. 3 rəqəmi ifrazat vakualıdır. Bir dənə ifrazat vakualı var. Burada 4 rəqəmidir, səhv eləmirəmsə, 4 rəqəmi ilə göstərilən həzm vakualıdır. Və yadımızda qalsın ki, amöbdə həzm vakualının sayı qidanın sayı ilə eynidir.
Yəni bir dənə burada şəkildə ola bilsin, bir dənə həzm vakualı burada göstərib sizə. Amma bir dənə həzm vakualı yoxdur. Yəni həzm vakualının sayı baxın bu şəkildə artıq 3 dənə göstərir, fikir verin. Bir dənə nüvə göstərib burada bizə. Bir dənə yığılıb açılan vakual göstərib. Lakin bura baxın, həzm vakualının sayı qidanın sayından asılıdır. Yəni amöbün bədəninə nə qədər qida daxil olursa, onun sayından asılıdır həzm vakualının sayı. Bir də var yalançı ayaqlar və qeyd edək ki, yalançı ayaqlar sitoplazmanın çıxıntısıdır. Onlar gah görünürlər, gah da itirirlər. Yəni ona görə yalançı ayaq adlandırılır və sitoplazmanın çıxıntısıdır. Və eyni zamanda ayaqlar yadda qalsın ki, amöbdə həm qidalanmada iştirak eləyirlər, həm də amöbün hərəkətində iştirak eləyirlər. Həm qidalanma, həm də hərəkətdə iştirak eləyirlər. Bax, bu oldu amöbün xarici quruluşu. Yaşıl evqlenanın bədəni ön tərəfdən kütlü, arxa tərəfdən sivridir. Hüceyrənin quruluşuna baxanda zaten burada aydın şəkildə görünür ki, öndən kütlü, arxadan isə sivridir. Bəzən testlərə düşür ki, yaşıl evqlenanın ön küt tərəfində nə yerləşir, arxa tərəfində nə yerləşir. Yəni bunlara da diqqətli olmaq lazımdır. Baxın, deyirik ki, nə yerləşir yaşıl evqlenada? Məsəl üçün, xaricdən dedik ki, tam formalaşmamış qılafı var, lakin bərk qılafdır. Yəni, amöbdən fərqli olaraq artıq qılafı bərk qılaf mövcuddur burada. Bundan başqa, görürsünüz, bir dənə qamçısı var. Deməli, qamçı nədir? Qamçı da bir dənə hərəkət orqanoidi qamçısı var və qamçı sitoplazmanın çıxıntısıdır. Hərəkətdə iştirak edir. Deməli, yalançı ayağı dedik, sitoplazmanın çıxıntısıdır. Qamçın da dedik, sitoplazmanın çıxıntısıdır. Lakin indi Volvoxa gəldikdə isə deyəcəyik ki, Volvoxun hər bir hüceyrəsində 2 qamçı var. Hüceyrələrinə fikir verin, armud şəkilli hüceyrələri var və hər bir hüceyrənin 2 dənə qamçısı var. Yaşıl evqlenadan fərqli olaraq. Yaşıl evqlenada isə bir dənə qamçı var. Başqa nə yerləşir ön tərəfdə? Qırmızı gözcüyü yerləşir. Heyvanın bədəninin ön küt tərəfində eyni zamanda nə var dedik? Qırmızı gözcüyü var. Qırmızı gözcük aydın məsələdir ki, işıqlı yerləri tapmağa xidmət edir. Çünki onun sitoplazmasında minimum 20, maksimum 25 ədəd xromatofor yerləşir. Xloroplast yox, xromatofor yerləşir. 20-25 ədəd nə yerləşir? Xromatofor yerləşir və xromatoforda da xlorofil pigmenti var. Və deməli 2 oldu bir dənə tək qamçı, 3 oldu qırmızı gözcük, 1 oldu onun tam formalaşmamış bərk qılafı ön tərəfdə, yəni ümumiyyətlə bədənini örtən və başqa ön tərəfdə nə var? Tək ifrazat vakualı, bir dənə. Amöbün də bir dənə ifrazat vakualı var, yaşıl evqlenanın da bir dənə ifrazat vakualı var və bədənin arxa sivri tərəfində bir ədəd nüvə yerləşir dedik. Ön tərəfdə qamçı, qırmızı gözcük, bir dənə ifrazat vakualı, arxa tərəfdə nüvə. Və bütün sitoplazmaya səpələnmiş halda 20-25 ədəd nə var? Xromatoforu var. Xromatofor sözünün mənası da rəng daşıyan mənasını verir. Deməli, Volvox koloniyasında isə 1000-ə qədər hüceyrədən təşkil olunub bilirik. Hər bir hüceyrənin ön tərəfində armud şəkillidir bunlarda. 2 qamçısı var, 2 dənə qamçı, bir dənə qırmızı gözcük, bir dənə götürürük vakual, yəni tək bir dənə vakual və eyni zamanda deməli bir nüvə və bir dənə də xromatofor, bir dənə böyük xromatoforu var. Yaşıl evqlenanadan fərqli olaraq 20-25 ədəd demirik. Bir dənə böyük nəyi var deyirik? Xromatoforu var deyirik. Deməli, 2 dənə qamçısı, bir dənə qırmızı gözcüyü, bir dənə nüvəsi, bir dənə tək ifrazat vakualı, bir dənə xromatoforu. Hər bir hüceyrənin içərisində. İnfizor tərliyə gəldikdə isə deyirik ki, infizor tərlikdə, bir də yaşıl evqlenanadan bir şey də deyim, sonra yaddan çıxmasın. Deməli, bax deyirik ki, yaşıl evqlenanın biz bilirik ki, əgər xromatoforu varsa, deməli onda qidalanma prosesi gedəcək necə? Miksatrof. Niyə miksatrof? Həm avtotrof qidalana bilir heyvan, həm də heterotrof qidalana bilir. Avtotrof o zaman qidalanır ki, işıqda. Qırmızı gözcüyü var, işıqlı yerləri tapır, xromatoforu var, orada xlorofil pigmenti var, fotosintez həyata keçirilir. Lakin qaranlıqda artıq qida tapmadıqda heterotrof yolla hazır qida maddələrlə qidalanmaya başlayacaq və buna görə də biz deyirik ki, qarışıq qidalanmadan, miksatrof qidalanmadan istifadə eləyir. Eyni zamanda Volvox da bu cürdür və bir də qeyd edeyim ki,
Məsəl üçün, bəzən testlərdə sual verilir ki, yaşıl evqlenanın işıqda və qaranlıqda, biz sizdən sitologiyanı keçəndə orada bunları demişik, bəlkə yadınızda qalıb. Yaşıl evqlenada işıqda və qaranlıqda neçə orqanoiddə deməli karbohidrat sintezi gedir? Karbohidrat istehsalı, karbohidrat sintezi gedən orqanoidlər hansılar idi? Yadımıza salaq. Holci aparatı idi və yaxud da Holci kompleksi deyirdik. Bundan başqa yağlar və karbohidratların sintezi deyirdik. Sonra demişdik hamar endoplazmatik şəbəkə, burada da yağların və karbohidratların sintezi gedirdi və bir də aydın məsələdir ki, xloroplastlar və yaxud da bunda xloroplast yoxdur, onda xromatofor deyəcəyik. Holci aparatı, hamar endoplazmatik şəbəkə və xromatofor, yaşıl evqlenada. İndi yaşıl evqlenada işıqda neçə orqanoiddə karbohidratın sintezi gedir deyəndə 3 dənəsində deyəcəyik. İşıqda xromatofor da fəaliyyət göstərir. Holci aparatı, hamar endoplazmatik şəbəkə, xromatofor. Bəs qaranlıqda neçə orqanoiddə karbohidrat sintezi gedir? Onda xromatoforu çıxasıyıq, deyəsiyik. Hamar endoplazmatik şəbəkə, Holci aparatı ikisində. Bəs digər ibtidai heyvanlarda neçə orqanoiddə karbohidratın istehsalı gedir? Onlarda da xromatofor olmadığına görə 2 orqanoid deyəcəyik. Holci aparatında, bir də hamar endoplazmatik şəbəkədə karbohidratın sintezi gedir. Və bir də sual verilsə ki, yaxşı, bəs bir dənə infizor tərliyin quruluşuna baxaq, sonra ümumi bir də toxunarıq. İnfizor tərlikdə qeyd etdim ki, bədən elə tərlik formasındadır. Ümumiyyətlə, belə deyək də, ona görə bu adı bu cür qoyulubdur, infizor tərlik. Kirpikli infizorlar sinfinə daxildir. Və bədəni xaricdən tam formalaşmış xarici qlafla örtülüb dedik və qlafın üzərində də kirpiklər var. Yalançı ayaqla qamçı sitoplazmanın çıxıntısıdır. Kirpiklər isə qlafın çıxıntısıdır. Deməli, bir hüceyrəli heyvanlarda neçə hərəkət orqanoidinə rast gəlinir deyəndə deyirik 3 dənə. 4 dənə hərəkət orqanoidi var. Yalançı ayaq, qamçı, kirpik, miofibril, yəni əzələ hüceyrəsi. İlk dəfə olaraq miofibril bağırsaq boşluqlar tipində yaranıb hidrada. Amma bir hüceyrəlilərdə 3 hərəkət orqanoidi var. Yalançı ayaq, qamçı və kirpiklər. Və deyilsə ki, bunlardan ilk dəfə, aydın məsəl, birinci qamçılar sinfi yarandığına görə qamçı. Deməli, yaxşı, amöbdə yalançı ayaqdır, qamçılarda qamçıdır, infizorda da kirpikdir. Yalançı ayaqla qamçı sitoplazmanın çıxıntısıdır. Kirpiklər isə biz deyirik ki, qlafın çıxıntısıdır artıq onlar, qlafın çıxıntısıdır. Sporlular tipində də heç bir hərəkət orqanoidi yoxdur. Onlarda həzm vakualı da yoxdur, hərəkət orqanoidinə də rast gəlinmir deyirik. Deməli, üzərində nə yerləşdi? Kirpiklər və kirpiklər vasitəsilə hərəkət edir və nəzərinizə çatdırım ki, infizor tərliyin 10 və yaxud da 15 min kirpiyi var. Minimum 10 min, maksimum 15 min. Və ağzın ətrafına, mən bayaq qeyd etdim ki, ilk dəfə olaraq təkamül nəticəsində hüceyrəvi ağız, hüceyrəvi udlaq bunlarda yaranıbdır və ağzın ətrafında olan kirpiklər daha uzundur, nisbətən uzundur və bu kirpiklər, deməli, dedim ki, yırtıcıdır infizor tərlik, xüsusilə əsasən bakteriyalarla qidalanır. Bu kirpiklər qida maddələrini itələyərək suyun içərisində, yəni şirin sularda yaşayır, ağıza ötürməkdən ötürüdür. Ağız tərəfdə olan kirpiklər nov şəkilli yarıq deyirik. Həmin hissədə ağız yerləşir, hüceyrəvi ağız və oradakı kirpiklər daha uzundur. Bir də bundan başqa infizor tərlikdə qısa çöpçüklər də var. O kirpiklərin arasında trixositlər də deyirlər və yaxud da qısa çöpçüklər. Həmin qısa çöpçüklər isə müdafiə funksiyasını yerinə yetirir. Yəni, qoruyucu funksiyanı yerinə yetirir infizor tərlikdə. Bundan başqa, amöbdə biz nəzərimizə çatdırdıq ki, bircə dənə ifrazat vakualı var. Evqlenada bədənin küt tərəfində bir dənə ifrazat vakualı var. İnfizor tərlikdə isə 2 ifrazat vakualı var. Biri öndə, biri arxadadır və ulduza bənzər ifrazat vakualı var və onun gətirici kanalcıqları var. Bu gətirici kanalcıqlar vasitəsilə mübadilə məhsulları, su və digər zərərli maddələr dolur ifrazat vakualına və vaxtaşırı partlayaraq bədənin istənilən yerindən xarici mühitə çıxarılır. Və qeyd eləyək ki, tullantı dəliyi, ilk dəfə olaraq tullantı dəliyi, baxın, bunlarda əmələ gəlib, bunlarda rast gəlinir tullantı dəliyi. Məsəl üçün, amöbdə qidanın qalıqları bədənin istənilən yerindən xarici mühitə çıxarılır. Lakin infizor tərlikdə tullantı dəliyi meydana gəlib dedik. Hüceyrəvi ağız,
udulaq, tullantı dəliyi bunlardan meydana gəlir və ilk dəfə olaraq ulduza bənzər vakuallar elə bunlardadır, başqalarında yoxdur. Amöbün bir nüvəsi var idi, Evglenanın bədəninin arxa tərəfində, sivri tərəfində bir nüvəsi var idi. İnfizor təlikdə isə 2 nüvə var, böyük nüvə və kiçik nüvə. Nüvələr bir-birindən deməli, sitoplazmatik körpü vasitəsilə ayrılmışdı deyirik. Böyük nüvə bütün həyat proseslərində iştirak elədiyi halda, kiçik nüvə yalnız çoxalma prosesində konjugasiya yolu ilə, yəni cinsi çoxalma prosesi, konjugasiya cinsi çoxalma prosesdir. Konjugasiya prosesdir deyirik. Cinsi çoxalma prosesində kiçik nüvə iştirak eləyir deyirik. Həzm vakuallarının sayı da gördüyünüz kimi amöbdə olduğu kimi çoxdur və bir də bir şey nəzərinizə çatdırım ki, deməli, amöbdə biz qeyd etdik ki, bir ifrazat vakualı var və həzm vakuallarının sayı isə qidanın sayından asılıdır. Yəni, amöbün bədəninə nə qədər qida daxil olsa, o qədər də ifrazat vakualı əmələ gəlir deyirik. Lakin infizor tərlikdə bir dəqiqədə bir ifrazat vakualı, üzr istəyirəm, həzm vakualı demək istəyirəm əslində. Deməli, qeyd etdik ki, amöbdə ifrazat vakualı bir dənədir, lakin həzm vakuallarının sayı qidanın sayına bərabərdir. Yəni, nə qədər qida daxil olsa, o qədər də həzm vakualı əmələ gəlir deyirik. Lakin infizor tərlikdə deyəcəyik ki, infizor tərlikdə yəni meydana gələn həzm vakualının sayı məsələ həlləri üçün yəni lazım olur ki, belə götürülür ki, bir dəqiqədə, infizor tərlikdə bir dəqiqədə, yəni 60 saniyədə bir dənə həzm vakualı əmələ gəlir. Yəni, bu yadımızda qalsın. Amöbdə bir neçə həzm vakualı olur, yəni qidanın sayı qədər, daxil olan qidanın sayı qədər. İnfizor tərlikdə isə bir dəqiqədə, yəni 60 saniyədə bir dənə həzm vakualı əmələ gəlir, bir dənə. Demək, bundan başqa, yəni bu oldu bunların xarici quruluşu haqqında ümumi məlumat. İndi daha sonra ayrı-ayrılıqda bir də baxarıq. Yəni, ayrı-ayrılıqda çoxalmaları, hərəkətləri, inkişafları bir də ümumiləşdirib baxarıq. Yəni, hələ ki, ümumi şəkildə müqayisə aparmaq üçün yadınızda yaxşı qalsın deyənə bu cür bəs eləyir. Deməli, bir də onu deyək ki, bir də onu qeyd edeyim ki, sizə deməli, yenə də deyirəm, tam formalaşmış qılaf oldu infizor tərlikdə, ümumiyyətlə xarici qılaf olmadı amöbdə və bir də deyik ki, Evglenanın da xarici bərk qılafı var, lakin tam formalaşmayıb. Nüvə sayını dedik, amöbün 1, Evglenanın 1, infizor tərliyin 2 nüvəsi var. İfrazat vakualını dedik, amöbdə 1, Evglenada 1, bədən ön tərəfində, küt tərəfdə, infizor tərlikdə 2 ifrazat vakualı var. Sonra nüvəni dedik, amöbün bir nüvəsi, Evglenanın bir nüvəsi, bədən arxa sivri tərəfində, infizor tərlikdə 2 nüvə var, böyük, kiçik nüvə və buradan dedik ki, böyük nüvə bütün həyat proseslərində iştirak edir, kiçik nüvə isə yalnız cinsi çoxalmada, yəni konjugasiyada. İndi bəzən sual verilir ki, infizor tərliyin hansı nüvəsi olmasa infizor tərliyi həyatilik qabiliyyətini itirər, yəni məhv olar, böyük nüvə. Yəni, kiçik nüvə olmasa böyük yaşaya bilir, yəni çoxalmadan da. Lakin böyük nüvə olmasa həyatilik qabiliyyəti olmaz. Bu da yadımızda qalsın. Və qeyd etdim ki, sporlarda isə nə həzm vakualına rast gəlinmir, nə də hərəkət orqanoidinə rast gəlinmir. Bu da yadımızda qalmış olsun. Demək, müəllimlər, indi gəlin ümumi başlayaq. Bir hüceyrələrin əsas həyat prosesləri hərəkətdir, qidalanmadır, ifrazatdır, tənəffüsdür, qıcığa cavab vermədir və çoxalmadır. Yenə də qeyd edeyim ki, bunlarda toxuma orqan strukturu yoxdur, bunlarda orqanlar sistemi yoxdur. Sadəcə olaraq bir hüceyrənin daxilində bütün həyat proseslərini həyata keçirtmək qabiliyyətinə malikdirlər. Deməli, müəllimlər, ümumi quruluşlar haqqında, ümumi quruluş haqqında sizə artıq məlumat verdim. Yəni, bu haqda məlumatımız var. Məsəl üçün, qeyd etdik ki, quruluşlarına baxanda amöbün xarici qılafı yoxdur, yalnız plazmatik membranı var. Evglenanın tam formalaşmamış bərk qılafı var, xarici qılafı. İnfizor tərlikdə tam formalaşmış xarici qılaf var dedik. Amöbdən fərqli olaraq Evglena ilə infizor tərlik bədən formasını dəyişə bilmir dedik. Amöb yalançı ayaqları ilə hərəkət eləyir. Evglena bir qamçısı ilə hərəkət eləyir.
Bunlar sitoplazmanın çıxıntısıdır. İnfizor təli isə kirpikdən hərəkət edir. Bu isə qılafın çıxıntısıdır dedik. Amöbün bir dənə ifrazat vakualı, Evglena'nın bir dənə ifrazat vakualı, infizor təliyin isə 2 dənə ulduza bənzər gətirici kanalcıqları olan ifrazat vakualı var. Amöbdə ifrazat vakualı bədən forması dəyişkən olduğuna görə xüsusi bir yeri yoxdur. Evglena'da bədənin ön sivri tərəfində yerləşir, küt tərəfində üzr istəyirəm yerləşir, ön tərəf kütdür. İnfizor təlikdə isə bədənin ön və arxa tərəfində rast gəlinir dedik. Həzm vakualı amöbdə qidanın sayından bağlıdır, sayından asılıdır. Evglena miksaturov qidalanır, yəni orada həm işıqda deyirik ki, avtotrov yolla qidalanır, qaranlıqda isə heterotrov yolla. Yəni belə də deyirlər, holofil və holozoy qidalanma. Yəni hər iki tip qidalanmaya burada rast gəlinir. Holofil qidalanma avtotrov qidalanmadır, bitkisel qidalanmadır. Holozoy qidalanma isə biz sizdən 6-cı sinif dərsliyində orada toxunmuşduq, orada demişdik ki, həzm kanalı olan heyvanların qidalanması holozoy qidalanmadır. Yəni qidanın tutulması, həzm edilməsi, həzm olunmayan qida qalıqlarının xaric edilməsi və yadınızdadsa da biz onları bölmüşdük. Yırtıcılar, ət yeyənlər, bitki yeyənlər, hər şey yeyənlər. Yəni holozoy nə mənada? Holofil, holozoy, yəni ikili qidalanmadan istifadə etdiyinə görə heyvan bu cür deməli adlandırılır. Və qeyd edeyim ki, biz Evglena'ya deyirik ki, necə qidalanır? Miksaturov qidalanır. Sitoplazmasında 20-25 ədəd xromatoforu var. Volvox koloniyasının bir hüceyrəsində isə hər hüceyrədə bir xromatofor var deyirik. Deməli, sonra qeyd elədik ki, infizor tərlik isə yenə heterotrov qidalanır. Amöbdə olduğu kimi orada da heterotrov qidalanma gedir və heyvan yırtıcı da əsasən bakteriyalar vasitəsilə qidalanma həyata keçirir deyirik. Və qeyd edilir ki, bunlarda fagositoz yolla qidalanma gedir. Çünki fagositoz yolla qidalanmaya yalnız heyvanlar aləmində biz rast gəlmişdik. Demək, birinci elə gəlin, məsəl üçün, danışaq qidalanmadan. Bax, amöbün qidalanmasına gəlin baxaq əvvəlcə. Qeyd edək ki, amöbdə qidalanma prosesi necə gedir? Amöb, mən bayaq qeyd etdim ki, yalançı ayaqlar həm hərəkətdə iştirak edir, həm də qidalanmada. Amöb şirin sularda yaşayır deyirik. Durğun şirin sularda yaşayır. Ümumiyyətlə, belə deyək də, nə ilə? Heterotrov yolla qidalanır. Yəni, yalançı ayaqları vasitəsilə qidanı əhatə edir. Qida yalançı ayaqlar vasitəsilə deməli, əhatə olunur və sitoplazmaya daxil olan qida vakualına gəlib lizosom adlanan orqanoid birləşir. Histologiyanı keçəndə orada sizlə vurğulamışıq ki, lizosom liziyə həll edirəm, soma bədən deməkdir. Yəni, lizosom sanki bir, necə deyim, parçalayıcı kimi düşünün. Tərkibində həzm fermentləri olan, yəni zülalları, yağları, karbohidratları həzm edən fermentlər olan bir orqanoiddir. Energetik proses baş verir orada, parçalanma prosesi, yəni mürəkkəb quruluşlu maddələr sadə quruluşlu maddələrə parçalanır. Eləcə də amöb yalançı ayaqları vasitəsilə qidanı əhatə edir və bu qida amöbün sitoplazmasında qida vakualı adlanır və bu qida vakualına lizosom orqanoidi birləşərək həzm vakualına dönüşür. Və qida burada həzm olaraq amöbün bədəninin qurulmasına sərf olunur. Amöbün həzm vakualının sayı nəyə uyğundur dedik? Amöbün bədəninə daxil olan qidanın sayına uyğundur deyirik. Və amöbdə qidalanma, fagositoz yolla qidalanma prosesi baş verir deyirik. Deməli, yalançı ayaqlar qidalanmada da iştirak edir, hərəkətdə də iştirak edir deyirik. Və həzm olunmayan qida qalıqları amöbün bədəninin istənilən yerindən xarici mühitə çıxarılır. Yəni, artıq burada tullantı dəliyi ilk dəfə olaraq nədə əmələ gəldi? İnfizor tərlikdə. Ona görə də həzm olunmayan qida qalıqları bədənin istənilən yerindən xarici mühitə çıxarılır deyirik. Yaşıl Evglena'nı bayaq da qeyd etdim. Yenə də deyirəm ki, miksaturov qarışıq qidalanmadan istifadə edir və deməli, işığa doğru can atır. İşığa doğru can atması da məhz fotosintez prosesi həyata keçirməklə əlaqədərdir ki, avtotrov yolla qidalanaraq deməli, nə edir? Həm avtotrov yolla qidalanır, həm də eyni zamanda deməli, heterotrov qidalanmadan da istifadə edir. İnfizor tərliyi isə xüsusilə qidasını bakteriyalar təşkil edir. Qeyd etdiyim ki, ilk dəfə olaraq hüceyrəvi ağzı var və uzun kirpiklər olan yerdə, nov şəkilli yarıqda heyvanın ağzı yerləşir. Uzun kirpiklər qidanı əhatə eləyərək ağız tərəfə ötürür. Ağızdan qida hüceyrəvi udlağa
qısa udlağa keçib, oradan isə həzm vakualı əmələ gəlir ki, bu həzm vakualı demək neyniyir? Baxın, udlaqdan ayrılaraq başlayır hüceyrənin daxilində dövr eləməyə və sərf olunur. Həzm olunmayan qida qalıqları isə tullantı dəliyindən xarici mühitə çıxarılır. İlk dəfə olaraq hüceyrəvi ağız, udlaq, tullantı dəliyi harda yarandı dedik? İnfizor tərlikdə yarandı dedik. Və amöbdən fərqli olaraq infizor tərlikdə 1 dəqiqədə, yəni 60 saniyədə bir dənə həzm vakual əmələ gəlir deyirik. Deməli, son parçalanma məhsullarını xaric edən amöbdə 1 dənə, Evglenada 1 dənə, Volvox koloniyasının hər hüceyrəsində 1 dənə, infizor tərlikdə isə 2 dənə ifrazat vakualı var deyirik. İfrazat vakualı infizor tərlikdə 2 dənədir. Ulduza bənzər gətirici kanalcıqları olan ifrazat vakualı da deyirik. Bundan başqa deyirik, bunlarda demək xüsusi tənəffüs orqanı bunlarda yoxdur və tənəffüs bütün bədən səthi ilə həyata keçirilir. Və ilk dəfə olaraq tənəffüs orqanı biz deyəcəyik ki, həlqəvi qurdlar tipinin dənizdə yaşayan çoxqurdlu qurdlar sinifinə aid olan qum qurdunda əmələ gəlib qəlsəmələr. Hələ ki, ora qədər heç bir heyvanda tənəffüs sistemi, tənəffüs orqanı yoxdur. İfrazatını bildik, tənəffüsünü bildik. Qıcıqlanma nədir? Qıcıqlanma deməli xaricdən gələn qıcıqlara cavab vermə prosesidir və biz bu ibtidai bir hüceyrəli heyvanlarda buna demişdik taksis. Yəni xaricdən gələn qıcıqların təsirinə canlının, hüceyrənin öz yerini dəyişməsi prosesi taksis idi. Deməli, ibtidailərdə də bu taksisdir. Taksis də müsbət və mənfidir. Əgər canlı qıcığa doğru hərəkət edirsə, müsbət taksis idi, qıcıqdan qaçırsa, mənfi taksis idi. Məsəl üçün, amöbün duz kristallarından qaçması mənfi taksis idi. Yaşıl evqlenanın işığa doğru hərəkət etməsi müsbət taksis idi. Və onu da qeyd etmişdik ki, bunlarda sinir sistemi yoxdur, ümumiyyətlə heç bir sistemi yoxdur, nəinki sinir sistemi. Qıcığa cavab vermə isə plazmatik membranda olan reseptor zülallar vasitəsilə həyata keçirilirdi. Reseptor zülallar xaricdən gələn qıcıqların təsirindən özlərinin quruluşunu dağıdırdılar. Yəni biz buna renaturasiya deyirdik, yəni geriyə dönə bilən pozulma. Qıcıqlar daxilə keçib müəyyən komandalar verdikdən sonra zülalın quruluşu bərpa olunurdu. Bax, bunlarda bu cür qıcıqlanma prosesi həyata keçirilirdi. Əlverişsiz mühitdə sistalaşırlar dedik. Yəni mühit şəraiti əlverişsiz olanda bunlarda sistalaşma prosesi baş verir. Və qeyd eləyək ki, sista nədir? Məsəl üçün biz bakteriyaları keçəndə demişdik ki, bakteriyaların sporu çoxalmağa yox, qorumağa xidmət eləyir və qeyd etdik ki, bunlarda məsəl üçün deməli, yeni əmələ gələn qılaf köhnə qılafın altında əmələ gəlirdi bakteriyalarda. Lakin ibtidai heyvanlarda sistalaşma zamanı yeni qılaf köhnə qılafın üstündə əmələ gəlir. Yeni qılaf köhnə qılafın üstündə əmələ gəlir və sistalaşma zamanı qidalanma dayanır, bütün proseslər dayanır və mühit şəraiti əlverişli olan kimi sistanın örtüyü əriyir və cavan deməli bir hüceyrəli canlı oradan xarici mühitə çıxır və öz həyat fəaliyyətini davam etdirir deyirdik. Çoxalmağa gələndə qeyd eləyək ki, ümumiyyətlə çoxalması bunlarda aydın məsələdir ki, mitoz bölünmə bunlarda çoxalmaya xidmət eləyir. Yəni digər çox hüceyrəli heyvanlarda mitoz bölünmə bədən hissələrinin bərpasına xidmət eləyirdi. Lakin bir hüceyrəli heyvanlarda mitoz bölünmə çoxalmaya xidmət eləyir. Bəzən testlərdə sual olunur ki, aşağıdakı heyvanların hansında mitoz bölünmə çoxalmaya xidmət eləyir? Bir hüceyrəlilərdə. Yəni bunlar belə deyək də, bunlarda düzdür, bir hüceyrələrdə həm qeyri-cinsi, həm cinsi yolla çoxalma var. Məsəl üçün, amöb yalnız qeyri-cinsi yolla çoxalır. Yaşıl evqlena yalnız qeyri-cinsi yolla çoxalır. Lakin infizorlar tipindən infizor tərlikdə həm cinsi, həm də qeyri-cinsi proses baş verir, konjugasiya. Sporlular tipində həm qeyri-cinsi çoxalma var, özdə qeyri-cinsi çoxalmanın şizagoniya yolu ilə. Həm cinsi çoxalma var, yəni onun sporlar tipində belə deyək də nəsil növbələşməsi yolu ilə gedən bir prosesdir, həm də spor əmələ gətirmədə var. Ona görə də 4 aləmdən 3-ündə sporla çoxalma var deyirik. Bakteriyadan başqa göbələk, bitki və heyvanlarda.
İndi gəlin bir-bir baxaq. Biz qeyri-cinsi çoxalmanın formaları vardı. Yadınızdadırsa sadə bölünmə, yəni ikiyə bölünmə, spor əmələ gətirmə, tomurcuqlanma, vegetativ çoxalma. Bir hüceyrəli heyvanlarda qeyri-cinsi çoxalmanın hansı forması var deyəndə deyəcəyik ki, sadə bölünmə yolu ilə çoxalma, yəni ikiyə bölünmə. Yaxşı. Məsəl üçün, birinci başlayaq amöbdən. Amöbün mitoz yolla bölünməsi gedir. Sadə bölünmənin qeyri-cinsi yolla çoxalmanın, yəni hansı forması sadə bölünmə, ikiyə bölünmə. Amöbün bədəni dəyişkən olduğuna görə, amöbün sabit bədən forması olmadığına görə, amöbdə bu bölünmə prosesi bədənin istənilən yerindən gedir. Yəni bədənin istənilən yerindən, uzunluğuna enine demirik. İstənilən yerindən iki yerə bölünə bilir. Deməli, bölünmədən əvvəl bilirik ki, mitoz bölünmədən söhbət gedirsə, bölünmədən əvvəl nə baş verməlidir? Karyokinez baş verməlidir. Yəni nüvə bölünməsi. Bir var karyokinez, bir var sitokinez. Deməli onda bölünmədən əvvəl birinci nə baş verməlidir? Karyokinez baş verməlidir. Yəni nüvə bölünməsi üzr istəyirəm baş verməlidir. Və nüvə bölünməsinin baş verməsi birinci nüvə bölünür. Nüvə bölünəndən sonra yanlara doğru çəkilir. Deməli, əvvəlcə bax, nüvə bölündü, nüvə yanlara doğru çəkildi. Daha sonra amöbün bədəninin istənilən yerindən amöb hüceyrəsi iki yerə bölünür və bir amöbdən ikisi yaranır. Yaşıl evqlenada isə proses necə gedir? Yaşıl evqlenada əvvəlcə nüvə iki yerə bölünür, yanlara doğru çəkilir. Bax, diqqətlə bu amöb idi, bunu bildiniz. Yaşıl evqlenaya fikir verək. Yaşıl evqlenada bölünmə prosesi necə baş verir? Əvvəlcə deyir ki, yaşıl evqlenanın nüvəsi iki yerə bölünür. Bədənin arxa sivri tərəfində iki nüvəsi var. Əvvəlcə heyvanın nüvəsi ortadan iki hissəyə bölünür və sonra yanlara doğru çəkilir. Bax, fikir verin, yanlara doğru çəkildi. Daha sonra köhnə qamçının yanında yeni qamçı əmələ gəlir. Bir də bir şey, amöbdə bir şey qeyd edeyim ki, müəllimlər, amöbün bölünməsi zamanı, tutaq ki, ifrazat vakualı birinə keçdisə, o birisində yenidən əmələ gəlir. Və yaxud da deyək ki, digər hissələr onsuz da yalançı ayaqlar gəh görünür, gəh itir, onsuz da həzm vakualı qidalanma zamanı əmələ gəlir də, bunlar heç. Yaşıl evqlenada isə əvvəlcə nüvə iki yerə bölünür, yanlara doğru çəkilir. Bax, bu ardıcıllığı sizdən soruşa bilərlər. Deməli, birinci nə baş verdi? Nüvə iki yerə bölünür, yanlara doğru çəkilir. Bu bir. İkinci, köhnə qamçının yanında yeni qamçı əmələ gəlir. İkinci budur. Köhnə qamçının yanında yeni qamçı əmələ gəlir. Və sonra bədənin ön tərəfində sanki bir yarıq əmələ gəlməyə başlayır. Yarıq get-gedə dərinləşir. Baxın, yarıq get-gedə dərinləşir və nüvələrin bu ara hissəsindən, bax belə, nə olur? Ara hissədən o yarıq keçərək evqlenanı iki hissəyə bölür. Bax, ardıcıllığı bir də deyirəm. Əvvəlcə nüvəsi ortadan iki hissəyə bölünür, yanlara doğru çəkilir. Sonra köhnə qlafın yanında yeni, üzr istəyirəm, qamçının yanında yeni qamçı əmələ gəlir. Bədənin ön tərəfində bir yarıq əmələ gəlir. Bu yarıq get-gedə dərinləşərək nüvənin ortasından keçir və nə edir? Yaşıl evqlenanı iki hissəyə bölür deyirik. Bax, evqlenada da çoxalma prosesi bu cür baş verir və sual olunsa ki, yaşıl evqlena uzunluq istiqamətdə bölünür, yoxsa enli istiqamətdə? Təbii ki, yaşıl evqlenada gördüyünüz kimi bölünmə prosesi necə gedir? Uzunluğuna istiqamətdə gedir. Yəni, evqlena uzunluq istiqamətdə iki yerə bölünür deyirik. Volvox koloniyasında isə müəllimlər, biz bilirik ki, Volvox koloniyasında 1000-ə qədər deməli hüceyrə olur və bu hüceyrələr hamısı bayaq da qeyd etdim ki, hər biri armud şəkillidir və hər birinin iki dənə nəyi var? Hər birinin bir hüceyrənin iki dənə qamçısı var. Bir dənə qırmızı gözcüyü var. Bir dənə vakualı var. Vakual, özə ifrazat vakualından söhbət gedir. Daha sonra deyirik ki, bir dənə xromatoforu var. Xromatofor, yəni bir dənə böyük xromatoforu var deyirlər. Deməli, bəs bunlarda çoxalma prosesi və bir də qeyd edeyim ki, bu Volvox koloniyasına əmələ gətirən bu hüceyrələr sitoplazmatik körpücüklər vasitəsilə bir-birinə birləşiblər və buna görə də bütün koloniyanın hərəkəti ümumi o hüceyrələrin hərəkəti, yəni onlar elə dayanıblar ki, onların qamçıları görürsünüz koloniyanın xaricinə doğru yönəlib. Diqqətlə baxaq.
qamçıları neyniyibdir? Koloniyanın xaricinə doğru yönəlibdir və bütün koloniyanın hərəkəti ümumi hüceyrələrin birlikdə hərəkəti vasitəsilə həyata keçirilir. Və koloniya o zaman dağılar ki, stoplazmatik atmalar, yəni stoplazmatik körpücüklər dağılsa, onda koloniya dağıla bilər deyirik. İndi baxın, burada sizə bir şey deyim. Bu məsələlər şəklində düşür müəllimlər. Əgər yadınızdadsa, mən keçən dəfə dedim ki, məsəl üçün gözü sizdən keçəndə, analizatorları keçəndə orada qeyd etdik ki, deməli, bəbəyin diametri ilə torlu qışanın işıqlanma intensivliyini düz mütənasib götürmüşdük. Və belə bir düstur dedim sizə, S bərabərdir pi r-in kvadratı. Heç buna ehtiyac da yoxdur, amma yenə də yazıram. Kvadratik asıllıq var bunların arasında. Yəni, bəlkə də yadınıza düşər. Dedim ki, bəbəyin diametri ilə torlu qışanın işıqlanma intensivliyi kvadratik düz mütənasib asılıdır. Yəni, bəbəyin diametri n qədər artanda torlu qışanın işıqlanma intensivliyi n-in kvadratı qədər artır. N dəfə azalanda da n-in kvadratı qədər azalır. Məsəl üçün, desəm ki, bəbəyin diametri 2 dəfə artarsa, torlu qışanın işıqlanma intensivliyi neçə dəfə artacaq? Deyəcəksiniz 2-nin kvadratı 4 dəfə. Yaxşı, bəbəyin diametri 4 dəfə azalarsa, torlu qışanın işıqlanma intensivliyi neçə dəfə azalar? 4-ün kvadratı 16 dəfə. Eyni şey Volvox koloniyasına da tətbiq edəcək. Deyirəm ki, Volvox koloniyasının diametri n dəfə artarsa, onda koloniyadakı fərdlərin sayı n-in kvadratı qədər artar. Koloniyanın diametri, Volvox koloniyasının diametri n dəfə azalarsa, onda koloniyadakı fərdlərin sayı da n-in kvadratı qədər azalar. Yəni, bura eyni zamanda fərdlərin sayı deyirsə, biz bilirik ki, fərdin sayı deyirsə, biz bilirik ki, Volvox koloniyasında 1000 dənə hüceyrə varsa, sizə sual verilsə ki, 1000 hüceyrə varsa neçə nüvə var? Elə 1000 dənə nüvə var, çünki bir hüceyrənin bir nüvəsi var. 1000 hüceyrənin 1000 nüvəsi var. Neçə xromatofor var desə, 1000 dənə xromatofor var. Neçə dənə qırmızı gözcük var desə, deyəcəksiniz 1000 dənə qırmızı gözcük var. Sonra neçə dənə ifrazat vakualı var? Vakual, ifrazat, deyəcəksiniz 1000 dənə ifrazat vakualı var. Neçə dənə qamçı var desə, deyəcəksiniz 2000 dənə nə var? Qamçı var. Qamçını niyə 2000 dənə götürdük? Çünki bir hüceyrənin 2 qamçısı varsa, 1000 dənə hüceyrənin 2000 dənə qamçısı var deyirik. İndi baxın, yenə qaydanı təkrarlayıram. Volvox koloniyasının diametri n dəfə artanda, n dəfə azalanda və yaxud da koloniyadakı fərdlərin sayı n-in kvadratı qədər artır, n-in kvadratı qədər azalır. Yəni, burada nə var? Kvadratik düz mütənasib asıllıq var deyirik. Məsəl üçün, tutaq ki, belə bir məsələ düşsə sizə, desə ki, məsəl üçün, deyər ki, tutaq ki, diametri əsasən, koloniyanın diametri əsasən 1 mm-dir. Yəni, adətən belə götürülür ki, Volvox koloniyasının diametri 1 mm-dir. Deyir, 1 mm olan koloniyada, məsəl üçün, deyək ki, demək, belə götürək, 2000 dənə qamçı var. Lap elə koloniyanın özünü deyək. Deyirik ki, diametri 1 mm-dir. Deyim ki, diametri 1 mm olan koloniyada 2000 dənə qamçı var. Deməli, 2000 dənə qamçı varsa, aydın məsələ ki, 1000 hüceyrədən təşkil olunub da, 1000 hüceyrə var, 1000 dənə qırmızı gözcük var, 1000 dənə vakual var, ifrazat vakualı, 1000 dənə xromatofor var, 2000 dənə də qamçı var. Deyir ki, əgər koloniyanın diametri 1 mm-dən 0,5 mm-ə düşərsə, nə baş verər müəllimlər? 1 mm-dən 0,5 mm-ə düşübsə, neçə dəfə azaldı siz bilən? 2 dəfə. Düzdürmü? Bəli, 2 dəfə azaldı. Baxın, bayaq 1000 mm idi. İndi 1000 mm-dən deyir ki, 0,5 mm-ə düşdü. Deməli, 2 dəfə azaldı. Onda yaxşı. Mən dedim ki, koloniyanın diametri 2 dəfə azalarsa, koloniyaya daxil olan fərdlərin sayı neçə dəfə azalar? N-in kvadratı qədər, yəni 2-nin kvadratı qədər. Yəni neçə dəfə azalacaq? 4 dəfə azalacaq. Bəli, 4 dəfə. Onda gəlin, hər şeyi bölək 4-ə. Məsəl üçün, bax, məsələni bir də təkrarlayıram. Deyir ki, Volvox koloniyasının diametri 1 mm olan, Volvox koloniyasının diametri 1 mm-dən
Məsəl üçün, deyək ki, 1 millimetr olan Volvox koloniyasında 2000 dənə qamçı var. Koloniyanın diametri 1 millimetrdən 0,5 millimetrə düşərsə, koloniyada olan fərdlərin sayını və yaxud da deyə bilər ki, koloniyada olan qamçıların sayını və yaxud da deyə bilər ki, koloniyada olan xromatoforun sayını, qırmızı gözcüyün sayını, ifrazat vakuolunun sayını tapın. Eyni şeydir də onsuz da hamısı. Nə edəcəm? Baxıram ki, 1 millimetrdən 0,5 millimetrə düşübsə, deməli 2 dəfə azalıb. Diametr 2 dəfə azalıbsa, onda fərd sayı neçə dəfə azalar? 2-nin kvadratı qədər, yəni 4 dəfə azalar. Onda fərd sayı 2000 dənə qamçı varsa, neçə fərd var? 1000. 1000-i böləcəksiniz 4-ə. 1000-i 4-ə böləndə deyəcəyik 250 dənə fərd var, 250 dənə xromatofor var, 250 dənə qırmızı gözcük var, 250 dənə ifrazat vakuolu var və 500 dənə qamçı var. Niyə 500 dənə qamçı oldu? Çünki 2000-i böləcəksiniz 4-ə. 500 dənə qamçı var. Bax, bu cür müəllimlər. Burada mənə gəlir ki, çətin bir şey yoxdur. Rahatdır. Yəni, hesablayıb baxıb deyəcəyik ki, nə qədər azalıbsa, deməli, o cür götürürsünüz. Və yaxud da 1 millimetr deməsin, 0,125 millimetrdirsin. Onda neçə dəfə artmış olacaq? Məsəl üçün, desin ki, 0,125 millimetrdən bu dəfə 0,125 millimetrdən 1 millimetrə qalxıb. Baxın, indi belə deyim. Deyir ki, diametr əvvəl 0,125 millimetr olub, sonra 1 millimetr olan koloniyada neçə fərd var? Gəlin baxaq müəllimlər, 0,125 millimetrdən 1 millimetrə çıxıbsa, neçə dəfə artıb? 4 dəfə. 4 dəfə. Ay, sağ olun. Əgər koloniyanın diametr 4 dəfə artıbsa, baxın, diametr 4 dəfə artıbsa, koloniya... Ay, sağ olun, koloniyaya daxil olan fərdin sayı 4-ün kvadratı qədər artacaq. Yəni, 16 dəfə artacaq. Məsəl üçün, indi buradan sizə deyəcək, ya belə soruşa bilər, ya məsəl üçün, deyər ki, koloniyanın diametri 4 dəfə artarsa, koloniyaya daxil olan fərdin sayı və yaxud da koloniyaya daxil olan fərdlərdəki xromatofor sayı və yaxud da başqa şeylər neçə dəfə artar? 16 dəfə. Və yaxud da 4 dəfə azalarsa, neçə dəfə azalar? 16 dəfə. Bir də deyə bilər ki, diametri 0,125 millimetrdən 1 millimetrə artan koloniyada fərd sayı 200 olarsa və yaxud da fərd sayı 100 olarsa, fərqi yoxdur, nə deyirsiniz, nə rəqəm deyirsiniz deyin. Onda deməli, necə dəyişər 1 millimetrə keçəndə? Vuracaqsınız 16-ya. Çünki 16 dəfə artacaq. 0,125-dən 1 millimetrə keçəndə fərd sayı 16 dəfə artdığına görə 16-ya vuracaqsınız bütün rəqəmləri. Aydındır müəllimlər bu? Bəli, müəllimə. Ay, sağ olun, lap yaxşı. Eyni müəllimlər, bax gözdə də bu cür işləyirsiniz. Yəni, bəbəyin diametri ilə torluq işığının işıqlanma intensivliyini də eyni, indi analizatorları bəlkə işləyirsiniz, bilmirəm, eyni qaydada, yəni bu cür işləyəcəksiniz. Volvox koloniyası ilə eyni. Yaxşı. Deməli, çoxalma gəldik, çatdıq. Demək, Evglena dedik ki, uzunlu istiqamətdə, amöbdə dedik ki, bədənin istənilən yerindən və gəlib çatdıq infizor tərliyin çoxalmasına. Qeyd etdim ki, digər bir hüceyrələrdən fərqli olaraq infizor tərlikdə iki cür çoxalma prosesi gedir. İnfizor tərlik həm qeyri-cinsi yolla çoxala bilir, həm də infizor tərlik necə çoxalır deyirik, cinsi yolla çoxalır. Yəni, iki çoxalma üsulundan da istifadə edə bilir. Üsul yox, daha doğrusu cinsi çoxalma prosesdir deyirik. Yəni, orada konjugasiyada əsasən say artımı baş vermədiyinə görə biz onu proses kimi götürürük. İndi gəlin baxaq. Infizor tərlik, qeyri-cinsi çoxalması yenə də deyirəm, mitoz bölünmə yolu ilə, yəni sadə mitoz bölünmə, ikiyə bölünmə yolu ilə gedir və enini istiqamətdə bölünmə gedir. Yəni qeyri-cinsi çoxalma zamanı, şəkildən də gördüyünüz kimi, qeyri-cinsi çoxalma zamanı deyirik ki, əvvəlcə nüvələr uzununa istiqamətdə iki yerə bölünür. Nüvələr əvvəlcə uzunlu istiqamətdə, böyük nüvədə, kiçik nüvədə. Baxın, burada göstərilir, fikir verin. Kiçik nüvədə, böyük nüvədə uzunlu istiqamətdə dartılaraq iki yerə bölünür və yanlara doğru çəkilir. Sonra enini istiqamətdə infizor tərliyin bədəni iki hissəyə bölünür və bir tərlikdən iki tərlik yaranır deyirik. Və
Bir də onu qeyd edeyim ki, infizor təliyin də qeyri-cinsi çoxalmasını müəllimlər eyni bakteriya kimi götürəcəksiniz. Yəni bakteriya 20-30 dəqiqədən bir bölünürdü, amma infizor təliyə deyəcəyik ki, 24 saatdan bir bölünür. 24 saatdan bir bölünür. Yəni bir sutka. Bir sutka. Bir sutkada bir infizor təlikdən ikisi yaranır. Yəni, bax, bu cür yadda saxlayın. Bir sutkada bir infizor təlikdən ikisi yaranır. Yəni, deməli, 24 saatdan bir bölünür deyirik. Və bakteriyada olan o düstur var idi ha, NT bərabərdir, N0 vurulsun, 2 üstü N. Eyni infizor təliyə də tətbiq edirsiniz. NT əmələ gələn ümumi infizor təliklərin sayıdır, yeni əmələ gələn. N0 başlanğıc infizor təliyin sayıdır. N isə deyirik ki, nəsil sayıdır və eyni zamanda bakteriyadan fərqli olaraq burada T bölünsün, bakteriyada 20, T bölünsün 30 götürürdük. Burada T bölünsün bir sutka götürəcəksiniz və yaxud da T bölünsün 24 saat götürəcəksiniz. Yəni bakteriyanın yerinə. Bölünmələrin sayı və yaxud da deməli, bölünmələrin sayını tapmaq üçün isə eyni bakteriyadakı kimi NT-N0 düsturundan istifadə edəcəksiniz. Eyni şeylər, yəni bakteriyada olduğu kimi 200-N-də infizor təlliyin neçə dəfə bölündüyünü göstərir. Orada bakteriyanın neçə dəfə bölündüyü deyirik, burada da infizor təlliyin neçə dəfə bölündüyünü göstərir deyirik. Yəni eyni düsturdan istifadə etməklə infizor təlliyin də bölünməsini tapa bilərik. Demək, bu belə. İndi müəllimlər, infizor tərlikdə qeyri-cinsi çoxalmadan başqa cinsi çoxalma prosesi də baş verir. Cinsi çoxalma prosesinə biz nə dedik? Konjugasiya dedik. Cinsi çoxalma prosesi dedik ki, konjugasiya adlanır. Bu proses niyə görə? Ümumiyyətlə, biz biologiyada 3 dənə canlıda konjugasiya yolu ilə çoxalma demişdik. Bir infizor tərlikdə, bir spirogira da, yəni yaşıl yosunlara aid olan spirogira da, bir də mukor göbələyi, mukor və yaxud da aktiv göbələyində demişdik konjugasiya yolu ilə çoxalma. Və yadınızdadsa spirogira ilə deməli, spirogirada say artırdı. Mukorda deməli, mukorla infizor tərlikdə say artmır götürürdük. Bir dənə spirogirada götürürdük, say artır. Yəni, infizor tərliklə mukor göbələyində say artmırdı. Sadəcə olaraq genetik çeşidlilik yaranırdı, genetik müxtəliflik yaranırdı. Amma spirogira yosunda, indi yosunları keçəndə orada deyəcəm, spirogira yosunda yanaşı gəlirdilər, birləşirdilər, zigot əmələ gəlirdi, zigot bölünürdü, 4 dənə spor yaradırdı, onun 3-ü ölürdü, biri isə spirogiraya başlanğıc verirdi. Yəni, yeni fərd yaranırdı da, belə deyək, yeni bir fərd yaranırdı. Lakin infizor tərlikdə bu konjugasiya prosesində yeni bir fərd yaranmır. Mən bax, proses ardıcıl prosesi deyirəm, necə gedir? Deyirik ki, konjugasiya zamanı infizor tərliklər, o bayaq dediyi hüceyrənin orta tərəfində nov şəkilli yarıqda ağız yerləşir. Bax, o hüceyrəvi ağız olan tərəfdən bir-birinə yaxınlaşırlar, bir-birinə yapışırlar. Bu bir. Hüceyrəvi ağız olan tərəfdən bir-birinə yaxınlaşıb, bir-birinə yapışırlar. Bu bir. İkinci, aralarında olan, o yapışandan sonra onların arasında olan qılaf əriyir və onların sitoplazmaları bir-birinə qarışır. Bu zaman böyük nüvə itir, böyük nüvə dağılır. Çünki böyük nüvə bu prosesdə iştirak etmir. Bütün həyati proseslərdə iştirak edir. Hətta o olmasa infizor tərliyin həyatılıq qabiliyyəti itər. Amma bu prosesdə iştirak eləmir. Kiçik nüvə isə bir neçə dəfə bölünür. Kiçik nüvə bir neçə dəfə bölünür. Yəni, indi onu tam olaraq sizə lap geniş şəkildə, ətraflı şəkildə düşmür. Elə belə bilsəz ardıcıllığı bəsdir. Deməli, ağızcıq olan tərəfdən bir-birinə yapışırlar, aralarındakı qılaf əriyir, sitoplazmaları bir-birinə qarışır, böyük nüvə dağılır, kiçik nüvə bir neçə dəfə bölünür və deməli, nəhayətdə hər iki fərddə 2 ədəd cinsiyyət nüvəsi yaranır. O cinsiyyət nüvələrinin biri hərəkətli olur, digəri hərəkətsiz olur. Deməli, kiçik nüvə bir neçə dəfə bölünür, bir neçə dəfə bölünəndən sonra hər iki fərddə, o yaxınlaşan hər iki fərddə 2 ədəd cinsiyyət nüvəsi yaranır. Və bu cinsiyyət nüvələrinin biri hərəkətli olur, biri hərəkətsiz olur. Sonra mübadilə gedir. Yəni, birinin hərəkətlisi keçir o birisinə, o birisinin hərəkətlisi keçir bu birisinə. Yəni, hərəkətli nüvələr yerlərini dəyişir.
Hərəkətli nüvə digər infizor təlliyə keçir və onun nüvəsi də buna keçir. Yəni yer dəyişmə eləyir də. Bax bu cür yer dəyişmə eləyir və sonra başlayır birinin hərəkətli nüvəsi o birisindən, o birisi keçərək onunla birləşir və beləliklə də həyatilik qabiliyyəti artır. Say artmır, lakin həyatilik qabiliyyəti artır deyirik bunlarda. Bir dənə orada deyirik ki, yeni fərd yaranır. Yəni say artır, yeni fərd spirogyra da yaranır. Lakin mukor göbələyi ilə infizor təlikdə say artmır, yeni fərd yaranmır. Sadəcə olaraq bunlarda nə olur deyirik? Genetik müxtəliflik, yəni genetik çeşidlilik artır deyirik. Burada da yenə eyni şeylər, bunların hamısı mən danışdım, burada yazılıbdır. Bir hüceyrələrin müxtəlifliyindən dənizlərdə yaşayan foraminiferlər və radialarilər kirət sklet, kalsium karbonat kristallarından ibarət kirət sklet dedi ki, bunlarda meydana gəlib. Bu müəllimlər kitabımızda olan ksenofioforadır. Yəni gözlə görülə bilən iri bir hüceyrəli canlıdan söhbət gedir. Dənizlərdə yaşayan ksenofiofora çoxsaylı nüvələrə malikdir deyirik. Yəni bu da bir hüceyrəli orqanizmlərin deməli belə deyək də dənizlərdə yaşayan iri nümayəndələri də deyirik. Bir hüceyrələrin, burada indi keçək, bunların artıq gəlir, deməli, parazit həyat tərzi keçirdən nümayəndələri barəsində də danışaq. Məsəl üçün, biz sarkomastiqaforlar tipi haqqında məlumat verdik, lakin sarkomastiqaforlar tipinin sərbəst həyat tərzi keçirdən nümayəndələrindən danışdıq. Yəni, Evglenadan danışdıq, Volvoxdan danışdıq, sonra orada amöbdən danışdıq. Lakin onların parazit həyat tərzi keçirdən nümayəndələri barəsində söhbət açmadıq. İndi gəlin baxaq görək, bir hüceyrəli heyvanların parazit həyat tərzi keçirdən nümayəndələrində hansı quruluş mövcuddur? Baxın, məsəl üçün, gəlin testlərə də düşür bu adi amöblə dizenteriya amöbünün müqayisəsi. Əvvəlcə gəlin bunu müqayisə eləyək. Məsəl üçün, deyirik ki, adi amöb sərbəst həyat tərzi keçirdir. Lakin dizenteriya amöbü parazit həyat tərzi keçirdir. Bu bir. Özü parazit həyat tərzi keçirdir, yoğun bağırsaqda yaşayır deyirik. Sonra adi amöb sərbəst həyat tərzi keçirdir və şirin sularda yaşayır. Hardasa 0,3 mm uzunluq götürülür. Dizenteriya amöbü isə parazit həyat tərzi keçirdir və insan yoğun bağırsağında yaşayır. Adi amöbün sistası sistalaşa bilir və sistası bir nüvəli olur. Dizenteriya amöbünün sistası isə 4 nüvəli olur deyirik. Adi amöbün yalançı ayaqları uzundur. Dizenteriya amöbünün isə yalançı ayaqları qısadır. Sonra deməli, bir də deyirik ki, hər ikisi yəni sarkodinlər sinifinin nümayəndəsidir. Düzdür, biri sərbəst, bir də parazit həyat tərzi keçirdən nümayəndəsidir. Gəlin, baxaq müəllimlər, dizenteriya amöbü barəsində məlumata. Qeyd edeyim ki, belə deyək, dizenteriya amöbü, yenə də deyirəm, parazit həyat tərzi keçirdir və buna amöb dizenteriyası, bir var, dizenteriyanın adını bəlkə yadınızda qalıb, biz bakteriyalarda da çəkmişik, o bakteriyal dizenteriyadır. Amöbdə də bu amöb dizenteriyasıdır. Amöb dizenteriyası da deyirlər. Bundan başqa onun törətdiyi xəstəliyə amöbiyoz da deyirlər, amöbiyoz və yaxud da qanlı ishal da deyirlər. Qanlı ishal deyilməsinin səbəbi odur ki, bağırsağın selikli qişasını zədələyir və qanla xarici mühitə çıxarılır. Ona görə qanlı ishal da deyirlər. Deməli, dedik ki, yoğun bağırsaqda yaşayır, nüvəsi 4 nüvəli sistası olur, bir dənə sahibi var, o da insandır. Yəni, əsas aralıq sahib demirik, elə bir sahib var, o da insandır. İnsana 4 nüvəli sistem mərhələsində daxil olur, elə 4 nüvəli sistem mərhələsində də xaric olur deyirik. İndi gəlin gedişata baxaq müəllimlər, proseslərə baxaq, necə baş verir bu proseslər. Demək deyir ki, dizenteriya amöbü ümumiyyətlə insana amöbə qarşı mübarizə aparmaq üçün nə etmək lazımdır? Çirkli su hövzələrindən su içməmək lazımdır da, belə götürək. Deməli, nə edirlər? Əsasən yayılır milçəklərlə, bunu da nəzərinizə çatdırım ki, əsasən milçəklərlə yayılır. Xəstəlik dedik, qanlı ishal da deyirlər, amöb dizenteriyası da deyirlər, amöbiyoz da deyirlər. Bir sahibi var, o da insandır. 4 nüvəli sistem mərhələsinə daxil olub, 4 nüvəli sistem mərhələsindən xaric olur. İndi baxaq, xarici mühitdə nə formasında olur müəllimlər? Xarici mühitdə 4 nüvəli sistem mərhələsində olur. Xarici mühitdə necə olur? 4 nüvəli sistem mərhələsində olur. Bu 4 nüvəli sistem mərhələsində milçəklərlə yayılır, yəni milçəklər nəciz vasitəsilə həmin 4 nüvəli sistemı gətirirlər insanın ağzına.
Ağızdan keçir udlağa, udlaqdan qida borusuna, qida borusundan mədəyə, mədədən bağırsağa. Mədədən bağırsağı keçdikdən sonra bağırsaqda olan fermentlərin təsirindən bu dörtnüvəli sistanın qabığı əriyir və dörtnüvəli sistanın qabığı əriyəndən sonra bu sonradan əlavə olundu əslində. Deyirik ki, onun nüvəsi ikiyə bölünür və bir sistadan belə deyək də 8 amöb yaranır. Bax, bayaqdan 4 nüvəli idimi? Sonra hər nüvənin, bax, bayaq biz dedik ki, 4 nüvəli idi. 1, 2, 3, 4. Hər biri 2 yerə bölünəndə neçədən nüvə əmələ gələcək burada? 8 dənə. Deməli, onda belə çıxır ki, bir sistadan neçə amöb yaranır? 8 amöb yaranır. Bir sistadan 8 amöb yaranır deyəcəyik. İndi nə olacaq? Baxın, dedik ki, xarici mühitdə olan 4 nüvəli sistem nəcisdən, milçəklər vasitəsilə gəldi. Ağız, udlaq, qida borusu, mədə, bağırsaq. Bağırsaqdakı fermentlərin təsirindən sistanın qabığı əriyir və nüvəsi ikiyə bölünür və bir sistadan 8 amöb yaranır. Yoğun bağırsağın sellikli qişasına daxil olur bu amöblər, orada qidalanır və sellikli qişadakı o sellikli qişanın kapilyarlarını zədələyir və qanaxma baş verir. Və buna görə də qanlı ishal deyirlər. Və yoğun bağırsağın aşağı şöbələrinə düşəndə mühit şəraiti əlverişli olmadığına görə sistalaşır və 4 nüvəli sistaya çevrilir. Hər bir amöb 4 nüvəli sistaya çevrilir və bu mərhələdə tərk edir deyirik. 4 nüvəli sista, 4 nüvəli sista, 4 nüvəli bir sistadan neçə amöb yarandı? 8 amöb yarandı. Deməli, 4 dənə nüvəsi olan sistadan, nüvənin sayı 4 dənə daha, neçə amöb yarandı? 8 amöb yarandı. Çünki o 4 nüvə hələsi 2 yerə bölündü və bir dənə sistadan, bir sistadan 8 amöb yarandı deyirik. Deməli, 4 nüvəli sista həzm kanalında bağırsaq şirələrinin təsirindən neynədir? Sistanın qabığı əridi. Həmin 4 dənə nüvə, bax 1, 2, 3, 4. Bu 4 nüvəli sista bölündü 1, 2, 3, 4, 5, 6, 7, 8. 8 dənə nə əmələ gətirdi? Amöb əmələ gətirdi. 8 dənə dizenter amöb əmələ gətirdi və hər bir bu amöb bağırsağın aşağı şöbəsinə düşəndə hər biri sistalaşaraq yenidən nəyə çevrildi deyirik? 4 nüvəli sistaya çevrildi deyirik. Onda əgər bir dənə sistada 4 nüvə varsa, 4 sistada neçə nüvə olacaqdı? 16 nüvə olacaqdı. Onda bu 16 nüvədən neçə amöb əmələ gələcək deyirik? Deməli, 32 amöb əmələ gələcək deyirik onda. Bu belə. Bax, bunun gedişatı oldu bu cür. Bir də deyirəm gedişatı. Xarici mühitdən 4 nüvəli sista milçəklər vasitəsilə insan həzm kanalına düşdü. Bu 4 nüvəli sista 1, 2, 3, 4. Bir dənə 4 nüvəli sista insanın həzm kanalında bağırsaq şirələrinin təsirindən bu sistanın örtüyü əridi və 4 dənə nüvə əmələ gətirdi. Bu nüvələrin hər biri təzdən 2-yə bölündü. 2-yə bölünmə nəticəsində 8 dənə nə əmələ gəldi? Amöb əmələ gəldi deyirik. Bir dənə sistadan deməli 4 dənə nüvə, 4 nüvədən də 8 dənə amöb. Onda 4 dənə sistadan 16 nüvə, 16 nüvədən də 32 dənə nə əmələ gələcək? Amöb əmələ gələcək deyirik. Keçirik nəyə? Keçirik müəllimlər indi biz deməli yaşıl evqlena, yəni qamçıllar sinfinin parazit tərzi keçirdən nümayəndələri demişdik ki, tripanozomlar, leşmaniyalar və liambliyalardır. Tripanozomlar, leşmaniyalar və liambliyalardır. Bunların parazit tərzi keçirdən nümayəndələri. Deməli, deyirik ki, bunlar məsəl üçün baxın, tripanozomlar, leşmaniyaların törətdiyi xəstəliklər var. Məsəl üçün, aydın məsələdir ki, məsəl üçün, leşmaniyalar bunlar da düşür testlərə ki, qamçı sayı, məsəl üçün, bir qamçılı da ola bilir, qamçısız formalarda var deyirik. Bunlar şərq yarası, il yarası xəstəliyini törədir və keçiricilərdə mıxmığalardır. Tripanozomlar əsasən bir qamçılı olurlar və yuxu xəstəliyini törədirlər. Keçiricilər də SSM milçəkləridir. Yəni, buğum ayaqlılardır, onurğasızlardır. Liambliyalar isə çox qamçılıdır. İnsan əsasən nazik bağırsağında yaşayırlar və bunlardan yenə
bağırsaq və qaraciyər hüceyrələrini zədələyirlər. Bunlar da deməli qamçılların parazit həyat tərzi keçirdən nümayəndələridir. Və bir də bizi burada sporlular tipinə gəlin baxaq. Demək müəllimlər, sporlular tipi də bir hüceyrəli heyvanların geniş yayılmış tiplərindən biri də nədir? Sporlar tipi də deyirik. Bayaq da qeyd etdim ki, sporlar tipi ümumiyyətlə bunları götürürlər ki, hamısı parazit həyat tərzi keçirdirlər. Hərəkət orqanoidləri bayaq da dedim yoxdur. Bunların həzm vakualı yoxdur dedik. Bundan başqa qeyd edeyim ki, bunlar iki sinfi var. Koksidikimlər və qriqarilər sinfi. Qriqarilər sinfi ilə bizim işimiz yoxdur və koksidikimlər sinfinin tipik nümayəndəsindən biri malyariya paraziti və yaxud da malyariya plazmodiumudur deyirik. Bütün nümayəndələrdə yenə qeyd edirəm ki, parazitdirlər və bu heyvanlar sporla çoxalırlar. Yəni biz heyvanlar aləminin sporla çoxalan nümayəndələri deyəndə bunları götürəcəyik və bunlarda çoxalma prosesi nəsil növbələşməsi yolu ilə gedir. Metagenez deyirlər, yəni nəsil növbələşməsi metagenez yolu ilə gedir. Qeyri-cinsi nəsildən cinsi nəslin növbələşməsi prosesi gedir. Yəni bunlarda qeyri-cinsi çoxalmanın bölünmə üsulu, ikiyə bölünmənin bir üsulu da şizagoniyadır. Yəni bir var bir hüceyrədən iki hüceyrə yaransın, bir ana hüceyrədən iki qız hüceyrə yaransın. Bir də var bir ana hüceyrədən bir neçə qız hüceyrə yaransın. Məsələn, şizagoniya yolundan çoxalmaya biz bunlarda deyirik. Bir də xlorella yosununda yadınızdadsa demişdik, şizagoniya deyəcək inşallah yosunları keçəndə şizagoniya yolu ilə çoxalma. Yəni bir ana hüceyrədən bir neçə hüceyrənin əmələ gəlməsi. Bir də var bunlarda qeyri-cinsi çoxalma, sonra var cinsi çoxalma, bir də var spor əmələ gətirmə. Görürsünüz, bu üçü növbələşir. Deməli, qeyd eləyək ki, malyariya xəstəliyini törədir malyariya paraziti. Yayır anofeles cinsindən olan ağcaqanad. Malyariya xəstəliyini törədir malyariya paraziti, yayır anofeles cinsindən olan ağcaqanad. Belə deyək, özü dişi ağcaqanad, yadımızda qalsın. Erkək ağcaqanadlar bitki şirəsi ilə qidalanırlar. Yəni onlara aid deyil bu. Erkək ağcaqanadlar bitki şirəsi ilə qidalanırlar, dişi ağcaqanadlar yayırlar bunu, bu xəstəliyi. Malyariya parazitinin iki sahibi var. İnsan və ağcaqanad. Əsas sahibi ağcaqanaddır. Dişi ağcaqanaddır, özdə anofeles cinsindən olan ağcaqanaddır. Yəni boğumayaqlılar tipinin nümayəndəsidir, özdə onurğasızdır. Aralıq sahibi isə insandır. O isə onurğalıdır. Deməli, iki sahibi var. Əsas sahibi onurğasızdır. Boğumayaqlar tipinə aid olan dişi ağcaqanaddır. Anofeles cinsindən olan. Aralıq sahibi isə insandır, o isə onurğalıdır. İnsanda qeyri-cinsi yolla çoxalır. Özdə qeyri-cinsi çoxalmanın hansı forması? Şizagoniya. Əsas sahibi olan ağcaqanadda isə həm cinsi yolla çoxalma gedir, həm də spor mərhələsi də məhz ağcaqanadda gedir deyirik. Və yadınızda qalsın ki, bax indi inkişaf dövrünü deyəndən sonra bir sual deyəcəm. Məsəl üçün, hansı orqanı zədələyirsə onunla bağlı. Gəlin əvvəlcə inkişaf dövrünə baxaq, sonra keçək. Demək müəllimlər, bu cür deyirik inkişaf dövründə də, ümumiyyətlə deyirik ki, malyariya parazitinin əsas sahibi nə oldu? Anofeles cinsindən olan boğumayaqlar tipinin onurğasızların boğumayaqlar tipinin nümayəndəsi olan dişi ağcaqanad. Dişi ağcaqanadın tüpürcək vəzlərində sporozoidlər olur. Dişi ağcaqanadın tüpürcək vəzlərində sporozoidlər görürsə sporlular tipi deyirik. Yəni sporlar olur tüpürcək vəzlərində. Gəlib o sağlam insanı sancır. Xəstə dişi ağcaqanad gəlib sağlam insanı sancanda o ağcaqanadın tüpürcək vəzlərində olan sporozoidlər keçir insanın qanına və qanla hərəkət edərək gəlir qaraciyərə və qaraciyərdə başlayır şizagoniya yolu ilə, yəni bir ana hüceyrədən bir neçə hüceyrənin əmələ gəlməsidir. Şizagoniya yolu ilə artıb çoxalmağa, yəni qeyri-cinsi yolla çoxalmağa. Və testlərdə də belə sual var ki, əsasən, belə deyək də, bu xəstəlik hansı toxumanı zədələyir? Məsələn, biz bilirik ki, 4 toxuma var da, birləşdiricidir, epiteldir, əzələ də sinirdir.
deyirik ki, birləşdirici toxumanı zədələyir. Yəni əsasən insanda birləşdirici toxumanı zədələyərək qan azlığı yaradır deyirik. Gəlir qaraciyərə. Qaraciyərdə qeyri-cinsi yollar, şizaqoniya yollar çoxalır və qaraciyər hüceyrələrini dağıdır. Qaraciyər hüceyrələri dağılanda bu sporozoidlər keçir qana, düşürlər qana. Bunların bir qismi yenidən qaraciyərə qayıdır. Yəni yenidən qaraciyərdə başlayır fəaliyyətə. Bir qismi isə başlayır qanın eritrosit hüceyrələrinə, yəni qırmızı qan hüceyrələrinə, eritrosit hüceyrələrinə daxil olaraq yenə orada şizaqoniya yolu ilə artır, çoxalır. Və belə olduğu bir tədbirdə artdığına görə, çoxaldığına görə məhz elə aydın məsələdir ki, eritrositi dağıdır. Eritrositi dağıtdığına görə eritrositin tərkibində olan hem pigmenti var və bəzi zərərli maddələr var və onlar keçir qana. Qana ifraz olunur. Və onlar zərərli maddələrin qana keçməsi nəticəsində yüksək temperatur meydana gəlir. Hardasa 39-40 dərəcə Selsiyə çatan yüksək temperatur və 2-3 gündən bir təkrarlanan deməli bu titrəmə, qızdırma, 39-40 dərəcə yüksəlir, titrəmə halları və təzədən elə bir ki, biraz səngir 2-3 gündən bir təkrarlanır. Məhz o təkrarlanmanın səbəbi də o dedim bayaq ki, bir qismi qaraciyərə qayıdır. Qayıdıb yenidən prosesi davam etdirir. Bax, onunla əlaqədardır. Bax, bura qədər dedikmi, demək, xəstə ağcaqanad sağlam insanı sancdı. Xəstə ağcaqanad sağlam insanı sancdıqda sporozoidlər gəldilər qaraciyərə, qaraciyərdə şizaqoniya yolla artıb çoxaldılar, qaraciyər hüceyrələri dağıldı, keçdilər eritrositlərə, eritrositlərdə də şizaqoniya yolla artdılar, çoxaldılar, eritrositləri dağıtdılar, eritrositlərin dağılması nəticəsində zərərli maddələr əmələ gəldi, bu zərərli maddələr deməli, qana keçdilər və bu qana keçmə nəticəsində temperatur yüksəldi, 39-40 dərəcə Selsiyə çatdı və 2-3 gündən bir təkrarlanan titrəmə halları, qızdırmanın artması, düşməsi halları müşahidə olundu və daha sonra nə baş verdi deyirik? Bir müddətdən sonra insanın qanında olan bu deməli, insanın qanında olan bu deməli parazitin dişi və erkək fərdləri nə olacaqdı? Gametosidlər əmələ gələcəkdi bir müddətdən sonra. Bir müddətdən sonra nə əmələ gəlir dedik? Gametosidlər, bax şəkildə də göstərilib. Gametosidlər əmələ gələcək və gametosidlər əmələ gəldikdən sonra, bura fikir verin, bu dəfə gəlib bir sağlam ağcaqanad xəstə insanı sancacaq. Yəni insanı gəlib dişi ağcaqanad sancacaq. Və sancan zaman həmin qametlər, o gametosidlər, qametlər ağcaqanadın mədəsinə düşəcək. Ağcaqanadın mədəsinə düşən bu gametositlər mədədə bir-biri ilə birləşəcək. Yəni bunlar da mikro və makro qamet olaraq iki qrupa bölünürlər. Yəni ağcaqanadın mədəsində həmin o gametositlər mikro və makro qametlərə çevrilirlər və mədədə birləşirlər. Deməli cinsi çoxalma prosesi harda gedir? Ağcaqanadın mədəsində. Qeyri-cinsi çoxalma harda getdi? İnsanın qaraciyərində, insanın eritrosit hüceyrələrində. Cinsi çoxalma harda getdi? Ağcaqanadın mədəsində. Dişi və erkək qametlərin, mikro və makro qametlərin birləşməsi nəticəsində nə əmələ gələcək? Zigot əmələ gələcək. Deməli, sual olunsa ki, Maliariya plazmodiumun, yəni Maliariya parazitinin cinsi çoxalması ağcaqanadın hansı sistemində getdi? Deyəcək həzm sistemində. Çünki cinsi çoxalma prosesi mədədə getdiyinə görə deyəcək həzm sistemində. Birləşməsi nəticəsində əmələ gəldi zigot. Və yadımızda qalsın. Bəzən testlərə belə bir suallar düşür. Biz izah eləyəndə həmişə deyirik ki, ümumiyyətlə cinsiyyət hüceyrəsi, yəni qametləri biz iki cür götürürük də. Bir yumurta hüceyrə, bir də spermatozoid, yəni heyvanlardan söhbət gedir. Və deyirik ki, yumurta hüceyrə əsasən hərəkət orqanoidi yoxdur. Amma spermatozoidin qamçısı var deyirik. İndi suallar verilir ki, bəzən hansı heyvandır ki, heyvanlar aləminə daxil olan hansı nümayəndədir ki, onun yumurta hüceyrəsinin hərəkət orqanoidi var. Bu bağırsaq boşluqları tipidir. İndi keçəndə orada da deyəcəm, yalançı ayaqları var. Yəni bunu biz hidranı keçəndə orada da deyəcəyik ki, yalançı ayaqları olan amöbə bənzəyir. Hərəkət orqanoidi olan yumurta hüceyrə. Bir də bilirik ki, adətən zigot nədir? Zigot iki cinsiyyət hüceyrəsinin birləşməsindən əmələ gəlir və zigot sözündən götürülüb mənası birləşən cütlük deməkdir.
Və ziqotun hərəkət biz deməmişik də ki, ziqot hərəkət eləyir. Lakin sporlar tipinin nümayəndələrində ziqot aktiv hərəkət eləyir. Sporlar tipinin nümayəndələrində ziqot, onun köhnə kitablarda bir adı da var idi. Ookineta, səhv eləmirəmsə, ookineta idi adı. Ookineta, yəni ziqot aktiv hərəkətli olur. Bax, sporlar tipində ziqot aktiv hərəkətli olur və buna görə də ağcaqanadın mədəsindən bağırsağına gəlir. Bağırsaq divarını dələrək bağırsaq boşluğuna düşür ziqot və burada sistalaşır. Və burada sistalaşaraq nə baş verir deyirik? Deməli, ziqot neynir? Sistalaşır və sistalaşma zamanı ziqotun tərkibində çoxlu miqdarda sporozoidlər əmələ gəlməyə başlayır. Bax, sporozoidlər məhz belə əmələ gəlir. Bayaq deyirdik ki, sporozoidlər tüpürcək vəzinə keçir. Və sonra bu sporozoidlər, bu sista partlayır və sporozoidlər ağcaqanadın tüpürcək vəzlərinə keçir və bu proses yenidən nə olur? Təkrarlanmağa başlayır. Gəlin indi mən bir də ardıcıllığı bir də deyim sizə. Deməli, necə danışdıq ardıcıllığı? Dedik ki, birinci xəstə anofeles cinsindən olan onurğasız, əsas sahibi onurğasız heyvandır. Anofeles cinsindən olan ağcaqanaddır. Aralıq sahibi isə insandır, onurğalıdır o. Məsəl üçün, testlərdə sual var ki, əsas sahibi onurğasız olan heyvan və yaxud da aralıq sahibi onurğalı olan heyvan. Bax, budur. Maliariya paraziti və yaxud da maliariya plazmodiumu. Törədicisi maliariya parazitidir. Yayan anofeles cinsindən olan ağcaqanaddır. O, yayan əsas sahibi olan, xəstəliyi yayan onurğasızdır. Xəstə anofeles cinsindən olan dişi ağcaqanad özdə gəlir, xəstə ağcaqanad sağlam insanı sancır. Xəstə ağcaqanad sağlam insanı sancanda bu ağcaqanadın tüpürcək vəzlərində olan bayağı əmələ gələn sporozoidlər haploid xromosomatına malikdirlər, en yazılıb altında, keçir insanın qanına. İnsanın qanı ilə gəlir ilk növbədə onun qaraciyərinə və başlayır qaraciyərdə qeyri-cinsi çoxalmanın bir növü olan şizogoniya yolu ilə artmağa, çoxalmağa. Artıb çoxalır və qaraciyər hüceyrələrini dağıdır. Dağılandan sonra bu keçir qana. Qanla gəlir eritrositlərə və başlayır eritrositlərdə də eyni qaydada şizogoniya yolu ilə artmağa, çoxalmağa. Və deyir ki, hamısı eritrositə gəlmir. Bir hissəsi ilə təzədən qaraciyərin özünə qayıdır. Bax, o 2-3 gündən bir təkrarlanmanın səbəbi budur. Bir hissəsinin qaraciyərə qayıtdığına görə. Və nəticədə eritrosit hüceyrələri dağılır. Eritrosit hüceyrələri dağılanda qana zərərli mikroblar, dəmir pigmenti, hem pigmenti, zərərli maddələr qana qarışması nəticəsində temperatur artır olur. 39-40 dərəcə Selsiyə yüksəlir, titrəmə baş verir və 2-3 gündən bir bu proses nə edir? Təkrarlanır deyirik. Və başlayır, deməli, nə baş verməyə? Bir müddətdən sonra insanda gametosidlər əmələ gəlməyə başlayır. Görürsünüz, insanda gametosidlər. Görürsünüz, artıq gametlərə fikir verin, insanda da əmələ gəlir. Makro və mikro gametlər. Sonra gəlib sağlam ağcaqanad xəstə insanı sancdıqda ağcaqanadın mədəsində makro və mikro gametlər bir-biri ilə birləşir və cinsi çoxalma harda getdi? Ağcaqanadın mədəsində, həzm sistemində və əmələ gəlir ziqot. Bu ziqota biz deyirik ookineta, baxın. Ookineta. Sonra bu ziqot deyir ki, aktiv hərəkətli olur. Bu ziqotda hansı proses gedir? Meyoz bölünmə. Meyoz bölünmə nəticəsində, ziqotun meyoz bölünmə nəticəsində, ümumiyyətlə, ziqot mədədən bağırsağa gəlir, bağırsaq divarını deşərək bədən boşluğuna düşür. Və bu müddətdə ziqot meyoz yolla bölünərək tərkibində çoxlu nələr əmələ gətirir? Sporozoidlər əmələ gətirir və sistalaşır. Sonra, deməli, həmin bu sporozoidlər yetişirlər, sista partlayır və sporozoidlər tüpürcək vəzlərinə keçir. Və yenidən sağlam insanı ağcaqanad sancdıqda, bax, bu proses yenidən təkrarlana gedir. Və bunun qarşısını almaq üçün, belə deyək, bunlar olan su hövzələrini qurudurlar. Bundan başqa ora müxtəlif zərərli maddələr tökürlər, neft tökürlər ki,
qoy onun sporozoidləri ölsün. Və yaxud da xüsusi balıqlar var. Köhnə kitablarda yazılır da hambuziya balıqları. Hambuziya balıqları malyariya parazitləri ilə qidalanırdı. Hövzələrə hambuziya balıqları əlavə edirdilər. Yəni hambuziya balıqlarının sülfəsi, belə deyək də, həmin deməli parazitlə qidalanan hambuziya balıqları əlavə edirdilər. Və yaxud da yenə də deyirəm, zəhərli maddələr tökürdülər su hövzələrinə, neft tökürdülər ki, onlar ölsün. Belə, sporlar tipi haqqında da bu qədər, müəllimlər. Bir də bir şey deyim, toksoplazma da var, müəllimlər, toksoplazma. Yəni, bunlar da, ümumiyyətlə, toksoplazma da bura aiddir. Yəni, sporlar tipinin koksidikimlər sinifinin nümayəndələrinə aiddir. Toksoplazma əsasən burada da deməli iki sahib iştirak edir. Pişik, bir də insan və istiqanlı heyvanlar. Yəni toksoplazma yadımızda qalsın. Toksoplazmada biz dedik ki, sporlar tipinin bütün nümayəndələri ümumiyyətlə xəstəlik törədirlər və bunlar da eyni zamanda bu tipə aiddir. Koksidikimlər sinifinə aiddir. Deyirik ki, iki sahibi var bunların da. Əsas sahibi pişiklərdir. Əsas sahibi pişiklərdir. Aralıq sahibi insan və digər istiqanlı heyvanlardır. Bunların iki sahibi də onurğalıdır. Yəni, bax, testdə sual düşəndə ki, əsas sahibi onurğasız, aralıq sahibi onurğalı olan bu plazmodiumdur, sporlar tipinin. Amma toksoplazmanın iki sahibi var. Əsas sahibi pişikdir, aralıq sahibi insandır və digər istiqanlı heyvanlardır. Görürsünüz, ikisi də onurğalıdır. Burada əsasən hamilələr daha ağır keçirdirlər və əlamətləri də budur ki, sinir sistemində, qaraciyər, ürək zədələnir, qaraciyər zədələnir, dalaq zədələnir, limfa düyünlərində zədələnmələr baş verir. Yəni, toksoplazmanın əlamətləri də əsasən bunlar da deyirik. Və bir də qeyd edeyim ki, müəllimlər, bu ümumiyyətlə bir hüceyrəlilərin törətdiyi xəstəliklərə protozooz deyirlər. Bir hüceyrəlilərin törətdiyi xəstəliyə nə deyirlər? Protozooz deyirlər. Bu qədər, bax, deməli, burada da baxın, görürsünüz, malyariya ağcıqanadının şəklini veribdir, malyariya parazitinin şəklini göstəribdir. Burada yenə, bu bilirsiniz müəllimlər nədir? Mən epidemiologiyanı, yadınızdadırsa epidemiologiyanı keçmədim və sizə dedim ki, epidemiologiya elə bir mövzudur ki, o dağınıq. Yəni, dedim ki, məsəl üçün, heyvanları keçəndə orada, məsələn, bir hüceyrələri keçəndə bir dəfə orada deyəcəm. Boğmayaqları keçəndə orada deyəcəm, sonra göbələklər, bakteriyaları keçəndə orada danışacaq. Görəcəksiniz ki, heç nə qalmadı. Yəni, hissə hamısını demişik. Bax, bu epidemiologiyadan olan bir hissədir, bir hüceyrəlilərə aid olan bir hissədir. Baxın, məsəl üçün, bir hüceyrələrin törətdiyi xəstəliklərdir. Protozooz da deyirlər bir hüceyrələrin törətdiyi xəstəliklərə. Sonra bura bir dənə fikir verin. Bax, bu deyir ki, deməli, məsəl üçün, bir hüceyrələri biz müxtəlif toxumalarda və qanda parazitlik edənlər olaraq ayırırıq, bağırsaqda parazitlik edənlər olaraq ayırırıq, ağız boşluğunda parazitlik edənlər olaraq ayırırıq, sidik cinsiyyət orqanında parazitlik edənlər olaraq ayırırıq. Yəni ki, bir hüceyrəli heyvanlar müxtəlif üzvlərdə parazitlik etməsinə görə aşağıdakı qruplara bölünürlər. Bundan başqa da bayaq da bunların hamısını dedik. Məsəl üçün, bir hüceyrələrin törətdiyi xəstəlik nə adlandı? Protozoaz adlandı. Amobiyozdur, liambliozdur, malyariyadır, toksoplazmadır, bayaq dedik, tripanozomozdur, leishmaniozdur. Bunlar hamısı bir hüceyrələrin törətdiyi xəstəliklər sırasındadır. Məsəl üçün, bayaq da qeyd etdiyim kimi, yenə də baxın, amobiyoz xəstəliyini burada mən anladan kimi sizə danışır. 4 nüvəli sista mərhələsində yoluxur. Bir sistanın 4 nüvəsi olur. Bu mərhələdə yoluxur. Elə 4 nüvəli sista mərhələsində də tərk eləyir. Törətdiyi xəstəliyin adı nə oldu? Amobiyoz xəstəliyi. Sonra dedik ki, qamçıllar sinifinin parazit həyat tərzi keçirdən nümayəndəsi tripanozomdur, tripanozomos, leishmaniyalardır, leishmanioz və liamblioz. Liambliyalardır, liamblioz xəstəliyini törədir. Və tripanozomla dedik ki, leishmaniyalar və tripanozomlar, liambliyalar qamçıllar sinifinin parazit həyat tərzi keçirdən nümayəndələrinə aiddir. Və bunların hər birinin də həm törədicisi, həm keçiricisi var. Məsələn, tripanozom milçəyi, tripanozomun keçiricisi sese milçəkləridir. Yəni, boğmayaqlılardır, onurğasızlara aid olan, onlar vasitəsilə yoluxur deyirik. Leishmaniyalar isə dedik ki, şərq yarası, il yarası xəstəliyini törədir. Hətta deyirik ki, daşıyıcıları da baxın, dişi mığmığalardır.
Leşmaniyaların daşıyıcıları nədir? Dişi, yenə də deyirəm, bayaq malyariya parazitində də dedik dişi ağcaqanad, burada da deyirik dişi mığmığalardır. Deyir ki, bunların da müəllimlər bir var visceral forması, yəni daxili forması. Bu deyir daha dərindən təsir göstərir. Bir də var deyir ki, visceral forma bilirsiniz nədir? Deyir, məsələn, leşmaniozun visceral forması daxili forma, yəni dalağı zədələyir, qaraciyarı zədələyir, daxili orqanları zədələyir də, belə deyək. Lakin bir də var ki, şərq yarası, il yarası, yəni dərinin üzərində törəmələr əmələ gətirir, dərinin üzərində düyünlər əmələ gətirir deyirik. Deməli, leşmaniozun iki forması var deyirik. Bir var daxili, visceral, o daxili orqanları zədələyir, dalağı, qaraciyarı. Bir də var ki, hətta dəri leşmaniozu da deyirlər. Dərinin üzərində deşiklər, dəliklər əmələ gətirir. Deyir ki, uzun müddət sağalmayan yaralar, şərq yarası, il yarası əmələ gətirir. Daşıyıcılara da dişi mığmağı, yəni yayanlar, daşıyıcılar dişi mığmığalardır deyirik. Liambliyalarda isə dedik ki, yenə əsasən ən çox uşaqlar yoluxur deyir. Xüsusilə nazik bağırsaqda olur deyirik. Nazik bağırsaqdan yoğun bağırsağa keçəndə mühit şəraiti əlverişsiz olduğuna görə sistalaşırlar. Qırmızı ilə verilən aşağısı düşməyib. Liambliyalar nazik bağırsaqdan yoğun bağırsağa keçəndə əlverişli mühit şəraiti tapmadıqlarına görə orada sistalaşırlar deyirik. Sista mərhələsində daxil olub, sista mərhələsində xaric olurlar. 4 cüt qamçısı və sorucu diski var. 8 dənə qamçısı var. Qamçı sayıda, bax burada yazılıb hamısı. Baxın, leşmaniyalar qamçısız formalarda olur, bir qamçılı da olurlar. Tripanozomlar bir qamçılıdır. Deməli, yaşıl evglenada kimi leşmaniyada ya bir qamçılıdır, ya da qamçısı yoxdur. Tripanozom da bir qamçılıdır. Lakin liambliyalar çox qamçılıdır. 4 cüt, 8 dənə qamçıları və sorucu diskləri var bunların. 8 qamçıları və sorucu diskləri var. Və törətdiyi xəstəliyin adı da liamblioz xəstəliyidir. Liamblioz xəstəliyi. Harda yaşayırlar dedik? Nazik bağırsaqda. Dizentera möbü yoğun bağırsaqda yaşayırdı. Liambliyalar nazik bağırsaqda yaşayır deyirik. Bu qədər müəllimlər. Bax, dediklərimin hamısı burada əslində balaca, indi oxuyanda görəcəksiniz burada. Mən danışanların hamısı burada var. Yəni, narahat olmayın, PDF-lərdə var. Mövzu bitəndən sonra PDF-ləri də atacam qrupunuza. Videonun yükləyib kaydını da atacam qrupunuza. Oradan qulaq asa bilərsiniz. Müəllimlər, dərsimiz yekunlaşdı. Mövzu ilə bağlı sualı olan müəllim mikrofonu açıb verə bilər. Buyurun.